onunla bərabər ikisini də göndərəcəm. Tamam, Dərsiniz etik davranışın şeyin atmamışdınız. Etik davranışın desem PDF'si yok idi. yox, Ha yox, yok var idi. yoxdur. Var idi, var idi. Var idi. Yadıma geldi. Var idi. Yox, atmışam. Hamısını atmışam. Bir Hı. dənə etik Peki Mehmet, davranışın o etik açar davran sözlərlə atmamışam. Hı. O Mehmet etik davranıştan o sonra orada var ya, mesela için valideynlerle münasebət, nə bilim, madde bir, madde iki. Onlar lazımdır ki, mən oxumağa. Yox, bizə bilirsiz nə lazımdır oradan? Lazımdır qanunun aliliyi, vicdanlıq, peşəkarlıq, fərdi Aha. məsuliyyət, Ha, loyallıq, mədəni davranış bunlar. ha, Yəni amma ha, qalır orada ki, o müəllim biriləri adı də falan var. Aha. Ha. özünüz üçün oxuya bilərsiniz. Yani onlar əsas deyil də. Bir xeyli var, müəllim andı, nə bilim belə şeylər var idi orada. Əslində nə vaxt lazım olacaq sizə müsahibədə? Hı. Müəllim andı, rəhbərliklə münasibət, müəllim, bunlar hamısı müsahibənin suallarıdır. Amma Hı. hal-hazırda, imtahan sualları deyil. Məsələn, müəllim andını belə soruşmuşlar. Yəni müsahibənin sualı idi ki, yəni müəllim andı nədir? Sonra rəhbərliklə münasibət barədə yəni çox suallar düşür. Kollektivlə münasibət, yəni müdir sizlə nə bilim kobud davranarsa, aqressiv davranarsa və yaxud qanunsuz bir şey tələb edərsə, yəni bu tipdə suallar müsahibədə çox veriləcək. Ən çox da yəni işləyən müəllimələrə veriləcək. Miqdə daha çox düşmüşdü. Yəni müəllim andı nədir? Müəllimin vəzifəsi nədir? Nəyə görə bu ixtisası seçmisiniz? Bu çətinliklə üzləşsəz necə davranarsınız? Amma bunlar yəni qəbulda belə düşmüşdüsə, sertifikasiyada yəni işləyən müəllimlər üçün yəni bu suallar qaçınılmaz olacaq. Mənim prosta bu qədər şey insan yadında qalmaq söhbəti var. Sadəcə Qalxdı. yox, bunu əzbərləməyəcəksiniz. Sadəcə oxuyacaqsınız, özünüz üçün yəni biləcəksiniz. Ən azından belə bir məqamda nə etmək olar, belə bir situasiyada nə etmək olar, bunu öyrənəcəksiniz. Bir də müəllim andını, tərbiyəçi müəllimin vəzifəsini, vəzifələriniz nədən ibarətdir? Yəqin ki, bilirsiniz də, söhbət yox. Ki, yəni məsələn sizin işiniz sırf nədir? Bəzən olur ki, məsələn dayənin işi ilə vəzifənin, dayənin tərbiyəçinin vəzifəsi qarışdırılır. Yəni dayə hansı işi yerinə yetirməlidir, tərbiyəçi hansı işi yerinə yetirməlidir? Yəni bunlar qarışdırıla bilər. Sırf tərbiyəçinin vəzifəsi nədir? Onları bilməlisiniz. Dayənin vəzifəsi nədir? Onları bilməlisiniz. Məsələn, sual düşə bilər ki, dayə öz vəzifəsini yerinə yetirmirsə və yaxud yetirməzsə necə davranırsınız müdir öz vəzifəsini yerinə yetirməzsə və yaxud sizdən qanunsuz bir şey tələb edərsə, yəni belə öz vəzifəniz üçün onu edərsinizmi? Bu tipdə suallar inşallah ki, indi bu keçsin, sertifikasiya ondan sonra müsahibəyə hazırlaşanda da bu tərəflərə daha çox hazırlaşacaqsınız. İnşallah Hı hı. mən. Oradakılarda indi bu dəqiqə sizin üçün oxumaq vacib deyil, amma münasibətlər bölməsi ki var, onun əsasən müəllim şəxsiyyətidir, müəllim andıdır, münasibətləri də inşallah müsahibəyə hazırlaşanda amma oxuyun. Çünki yəni əzbərləməyin, əzbərləməyə ehtiyac yoxdur. Ən azından o Onsuz gedir. əzbər də müəllim onsuz bir yerdən sonra yaddan çıxır, gedir. Yəni Evet, onsuz ona görə mahiyyətini həqiqətən ona anlamaq görə lazım. deyirəm ki, hə, əzbərçiliyin də heç bir faydası Amma yoxdur. bir şey də var ki, məktəbə qədərin proqramı deyərdim ki, çox əzbərçilik üzərində qurulub. Yəni ancaq təkrara yönəlməlisiniz ki, onu başa düşün. Yəni, necə deyim, yadınızda saxlaya bilərsiniz. Bu nə qədər mahiyyətini anlayın, oxuyun. Yəni bir müddət ki, məşğul olmayın, 3-4 ay o ara verəndən sonra istər-istəməz görəcəksiniz ki, yaddan çıxıb. Həqiqətən elədir vallahi. Elədir müəllim. Humanitar yönümlüdür deyə, yəni bu belədir təkrardır. Yəni keçən dəfə də dediyim kimi, yəni bir düsturu yoxdur, bir qaydası yoxdur ki, deyəsən ki, mən bunu bu şəkildə bilim və bütün situasiyaları bu düsturla həll eləyim. Belə deyil də. Yaxşı. Deməli iki mövzu göndərmişdim. Demişdiniz yaxın mövzular olanda iki mövzu göndərin. Bunlar da Bəli yaxın müəllim. mövzulardır. Həm Bəli. tərbiyəçi müəllimin peşə bacarıqları, həm də Etik etik davranış. davranış prinsipi daha doğrusu. Bundan sonra da yine iki mövzu göndərəcəm, bir-birinə yaxın iki mövzu seçib göndərəcəm. Çox ehtimal ki, gəzinti və ekskursiya və onun bərabərində ətraf aləmlə tanışlıq. Demək olar ki, yaxın Eyni da bəli. yaxın hər biri. Ona görə ikisini göndərəcəm. İndi başlayaq. İlk öncə kimlə başlayaq? Siz elə Ramilə müəllimə sizlə başlayaq. Hı. Ramilə müəllimə. İlk öncə danışaq tərbiyəçi müəllimin peşə bacarıqları. Bir də müəllimələr qabiliyyətlər mövzusu var. Tərbiyəçi müəllimin qabiliyyətləri. Bilmirəm, yəni oxumusunuz, o barədə oxumamısınız. Düzdür, mən onu göndərmədim. Müdavimlərimə də çox vaxt keçmirəm. Nəyə görə keçmirəm? Çünki sual Qabiliyyət düşmür. oxutmamışsın yəni. Düşmür. Sual Qabiliyyət düşmür deyə. Yəni ən azından miqdə belə bir sual düşməyim və hal-hazırda da miqin çərçivəsindən hazırlaşırıq. Sertifikasiyanın çərçivəsi çıxmayıb. Çıxsa da çox dəyişiklik olmayacaq. Yəni cüzi mövzular. Mən elə Əgər bilirəm ki, biraz yüngülləşir, amma çətinləşməz. Mümkün. yox, əksinə hər zaman miq sertifikasiyadan çətin olub.
Bəli, mən də o deyirəm ki, çətin miq olar. Bizimki Aha, biraz asan yəni bu olar. proqramı biləndən sonra sertifikasiya proqramında heç bir çətinliyimiz olmayacaq. Yəni ondan arxayın olun. Yenə də hə, qabiliyyətlər mövzusunu bir neçə müəllim məndən soruşur, düşmür deyə imtahanı göndərmirəm. Amma yenə də əgər istəsəz mən PDF-ini göndərərəm sizin üçün oxuyarsınız. Yəni siz Əgər ona səs düşərsə kaydı kimi var, eləsinə məsələn belə yəni necə? deyək məsələn oxum. Məsələn onu belə səs kaydı kimi varsa, Yox, səs eləsinə kaydı məsələn. kimi etməmişəm mən. Yəni dediyim kimi düşmür deyə proqrama etməmişəm. Yəni düşündüm ki, gələcəkdə nə vaxtsa proqrama daxil olarsa edərəm, amma yenə belə PDF-ini göndərərəm, amma mən yenə bir səs kaydını vaxt eləyəcəm, hazırlayacağam. Çünki müəllimlər şübhəli qalırlar ki, deyir bəzi təlimçilər keçir onu. Qəti Nə qədər sual keçsələr də verəndə. məsələn 3 ildir artıq düşməyibsə bilmirəm. Yəni ona görə ondan yormağa ehtiyac varmı artıq materiallarla bilmirəm müəllimləri. Qısadır da yəqin ki müəllimə elə uzun olmaz elə inşallah Yox, ki yox, böyük qalacaq. bir şey yoxdur. Narahatlıq Hə. olmasa Onda yenə də asassız azından birdən qəfil siz Hə, demişkən ümumi müsahibə elə belə sual məlumat. verəndə. aha, düz. Yəni azından bir sual verəndə nəsə bir iki cümlə deyə bilər. Aha, yaxşı. Bəli. Yaxşı müəllimə. Yaxşı Ramilə müəllimə. Başlayaq Bəli. sizlə. Buyurun. Deməli, tərbiyəçi müəllimin peşə bacarıqları deyirik. Peşə bacarıqları dediyimiz kimi bizə nə zaman lazımdır? O zaman lazımdır ki, təlimin təşkilini düzgün şəkildə Bəli, qurmaq düzgün üçün, şəkildə düzdür? qurmalısınız. Bəli. Və pedaqoji prosesin tamlığını qorumaq üçün. Və pedaqoji prosesin tamlığı deyəndə nə nəzərdə tutulurdu? İnkişaf edici, tərbiyə edici, bir də nə idi orada? İnkişaf edici, tərbiyə edici, bir də Öyrədici. öyrədici. Bəli. Öyrədici. Yəni üçü də, yəni üçünü də, yəni yerinə yetirmiş olaq da, belə deyim. Aha. Yəni biz deməli təlimimizi düzgün şəkildə qurmaq istəyiriksə, uşağı düzgün şəkildə həm öyrədib, həm inkişaf etdirib, həm onun tərbiyəvi xüsusiyyətlərini öyrətmək istəyiriksə, tərbiyəçi müəllimdə neçə bacarıq olmalıdır? 4 bacarıq olmalıdır müəllimə. Konstruktiv bacarıq, kommunikativ bacarıq, gnostik bacarıq, bir də təşkilatçılıq bacarığı olmalıdır. Konstruktiv müəllim, yəni konstruktiv bacarığı olan müəllim nəticə yönümlü müəllim olmalıdır. Yəni planlı, belə deyim, işini əvvəlcədən tərtib eləməlidir, planlı, proqramlı olmalıdır. Yəni materialı düzgün seçməlidir, məşğələ üçün lazım olan belə deyim, materialı məşğələsini əvvəlcədən planını tərtib eləməlidir ki, nəticəyə çatmış müəllim olsun. Yəni planını düzgün qurmalıdır və ona uyğun da necə deyim, fəaliyyətini də ona uyğun qurmuş olsun. Deməli, bu 4 peşə bacarığı deyirik, amma 4 peşə bacarığı bir müəllimdə vəhdətdə olmalıdır. Razılaşırsınızmı bu fikirlə? Yəni bir müəllimdə biri olub, digəri olsa belə müəllim peşəkar müəllim sayılmır. Məsəl üçün belə deyim, müəllim yenilikçi olmasa, müəllim öz üzərində çalışmasa, yaradıcı olmasa, yəni yenə də müəllim peşəkar müəllim sayılmır. Yəni gərək bir müəllimdə 4 bacarığın 4-ü də formalaşmış olsun. Sonra gəlir tam danışım müəllim. Biraz konstruktiv bacarıqdan danışaq hələ. Yəni konstruktiv bacarıq bunu biz peşəkarlıq kimi də adlandıra bilirik. Nəyə görə məsələn deyirik ki, konstruktiv bacarığı biz peşəkarlıq adlandıra bilirik? Bir dəqiqə müəllim, üzr istəyirəm. Buyurun. Həmən üzr istəyirəm. Telefonu zəngər. Konstruktiv necə deyəcəm mən sualı? Konstruktiv bacarığı biz müəllimin peşəkarlıq bacarığı kimi də qiymətləndiririk ki, konstruktiv müəllim nəticə yönümlü müəllimdir, peşəkar müəllimdir, məhsuldar müəllimdir. Nəyə görə belə adlandırırıq bunu? Nəyə görə peşəkarlıq deyirik? Mən peşəkarlıq ona deyir ki, yəni bir müəllim öyrədici olmalıdır da. Yəni uşağı məsəl üçün iş formasını, iş üsullarına, strategiyasını belə düzgün qurmalıdır ki, sonda nəticəyə çatmış olsun. Yəni bunlar düzgün qurulmayanda nəticə yəni olmur da. Yəni bunları düzgün qurmaq lazımdır ki, sonda yəni uşaq üzərində olan hansısa bir nəyisə öyrədəndə, yəni nəticə olsun orada. Yəni düzgün qurulmalıdır planı, strategiyası, məqsədi, hamısı bunlar düzgün. Yəni sənəd işləri, yəni bəzən mən konstruktiv bacarığı belə deyim də, bir müəllimin sənəd işləri müəllimin konstruktiv bacarığına əsaslanır. Yəni metodika ilə işləmək bacarığı biz Metodikadır, deyirik. metodikadır, materiallardır.
Ümumiyyətlə konstruktiv bacarığın deyərdim ki, sərhəddi yoxdur. Nəyə görə sərhəddi yoxdur? Yəni ki, burada bütün situasiyalarda, hansı ki, bütün təlim-tərbiyə prosesində, bütün situasiyalarda müəllimin materialı seçə bilməsi, müəllimin inteqrasiya edə bilməsi, müəllimin sistemləşdirə bilməsi, ümumiləşdirə bilməsi, nəticə çıxara bilməsi, hər bir şey müəllimin konstruktiv bacarığıdır. Uşaq tərəfindən yol veriləcək səhvləri əvvəlcədən görə bilmək, Əvvəlcədən, bəli, düzdür? bəli, o da düz var idi. Buna Yəni ki, uyğun təlimi bəli, planlaşdırır. müəllim əvvəlcədən məsələn bilməlidir ki, uşaq harda səhv edə bilər. Hı hı. Yəni onları belə əvvəlcədən bilib ona uyğun planını tərtib eləməlidir, işini ona uyğun qurmalıdır. Yəni bu da çox vacibdir, bəli. Hı hı, düzdür. Müəllimin standartı bilməsi, standartı təyin etməsi, Qurması, bəli. yenə də Bu da konstruktiv bacarıqdır. yenə də konstruktiv bacarığındandır. Müəllimin daxili inkişaf etdirici mühitin tələblərini qurması bəs. Daxili müəllimə qurması elə o da müəllimin konstruktiv bacarığıdır. Hı hı. Daxili inkişaf etdirici mühit deyəndə nə nəzərdə tutulurdu, Ramilə müəllimə? Daxili inkişaf etdirici deyəndə müəllim, yəni orada fiziki mühiti, sosial mühiti qurması, yəni əsas vacib olan, yəni konstruktiv bacarıqda əsas vacib olan fiziki mühiti düzgün qurmalıdır. Yəni orada olan güşələri, materialları, resursları, məşğələ üçün lazım olan belə deyim, avadanlıqları, yəni nə lazım olan resurs varsa onu düzgün qurub, düzgün seçməlidir. Bu da daxili inkişaf etdiricinin içində olan fiziki mühitdir. Hı -hı. Müəllimin fiziki mühiti düzgün qurması, düz vurğuladınız ki, konstruktiv bacarığıdır. Bəs sosial mühiti düzgün qurması? Sosial mühiti düzgün qurması da bir müəllimin kommunikativ bacarığıdır. Yəni müəllim əgər uşaqlarda sosial mühiti düzgün qura bilirsə, yəni burada elə daxili inkişaf etdirici mühitdəki olan sosial mühiti, yəni uşaqlarda ünsiyyəti, əməkdaşlığı, bir-birlərinə qarşı olan belə deyim, empatiya hissi, bir-birlərinə olan kömək, dəstək, yəni həm müəllimin, həm uşaqların bir-birinə olan köməyi, dəstəyi, yəni daha sonra orada var müəllimin özünü sevdirməsi, yəni uşaqların qəlbinə yol tapması müəllimin kommunikativ bacarığıdır. Yəni bir müəllim uşağın qəlbinə hər tərəfli yol tapmalıdır. Güləndə güldürməyi, ağlayanda onu başa düşməsi, özünü, yəni necə deyim, özünü onun yerinə qoyması, onu hiss etməsi, yəni bu müəllimin kommunikativ bacarığıdır. Hı -hı. Kommunikativ bacarığı bəs etik davranış prinsiplərindən hansı ilə uyğunlaşdırardınız? Kommunikativ, Hı -hı. etik müəllim. Aha. Kommunikativ bacarığı etik davranış prinsiplərindən hansı ilə uyğun? Orada müəllimə mədəni davranış da ola bilər. Hı -hı. Çünki orada da var idi ünsiyyət səriştəsi, Hı -hı. ünsiyyətdə orada xeyirxahlıq var idi. Hı -hı. Müəllim belə deyim, ünsiyyətə girməsi, təmkinli olması, Hı -hı. nizamlı, intizamlı olması belə Hı -hı. mədəni davranışa uyğun gəlir. Bir də var idi müəllimə səriştələrdən də var idi. Ünsiyyət Aha. səriştəsi, əməkdaşlıq Aha. fəaliyyətlərin içərisində idi də məncə o. Hı -hı. Səriştələrdən düz deyirsiz. Əməkdaşlıq səriştəsi, ünsiyyət Əməkdaşlıq, səriştəsi. ünsiyyət səriştəsidir. Bir də var idi təlimin təşkilinə verilən tələblərdən də orada da var idi əməkdaşlıq. Hı -hı. Əməkdaşlıq var idi. O da bura daxildir. Təlimin təşkilinə verilən tələblərdən düz deyirsiz, əməkdaşlıq Əməkdaşlıq var idi. Təlimin təşkilinə verilən başqa hansı tələblər var idi? Təlimin təşkilinə verilən tələblər əməkdaşlıqdır, idrak fəallığıdır, sonra yadıma düşdü. Differensiallaşdırma fəallığı. Differensiallıqla fərdiləşməkdir, şəxsiyyət yönümlüdür. Hı -hı. Sonra nəticə yönümlüydü, uşaq yönümlü. Yox, uşaq yönümlü differensiallaşmaydı. Sonra var idi. Əşya nə idi orada? Əyanilik idi. Əyanilik var idi. Əyanilik var idi orada. Əyanilik. Azərbaycançılıq şeydə idi də müəllimə. Didaktik prinsip. Hə, bunlar. Aha, deməli differensiallaşdırma, fərdiləşdirmə idi, şəxsiyyət yönümlü idi, idrak fəallığı, əməkdaşlıq, əyanilik və nəticə yönümlü. Nəticə yönümlü, bəli. Bunlar təlimin təşkilinə verilən tələblər idi. Deməli, kommunikativ bacarıqda yer alır əməkdaşlıq təlimin təşkilinə verilən tələb. Bəs əməkdaşlığın xüsusiyyətləri nələr idi? Əməkdaşlıq deyəndə nə nəzərdə tutulurdu? Əməkdaşlıq məsələn müəllimə fəaliyyətlərdə, qrup işlərində bir-birlərinə, yəni
əməkdaşlığa girməsi, oyunlarda, fəaliyyətlərdə, sonra güşələrdə uşaqlar bir-birlərindən əməkdaşlıq qururlar. Daha sonra süjetli rollu oyunlarda belə uşaqların bir-birindən əməkdaşlığı formalaşmış olur. Bunlar daxil olur əməkdaşlığa. Yəni əməkdaşlıq Bir də demək bir üçbucaq deməkdir. bəli, müəllim, uşaq, valideyn əməkdaşlığı. Bəli, bu da bura daxil olur. Bir də ki, belə deyim, sosial emosional inkişaf sahəsinin elə bütün tələbləri, kommunikativ bacarığı içinə daxil olur. Deməli, sosial həqiqətən də kommunikativ bacarığın içində sosial emosional inkişaf sahəsinin demək olar ki, bütün tələbləri realizasiya olur. Gəlin elə onu da xatırlayaq. Sosial emosional inkişaf sahəsinin əsas standartları hansıları idi? Yadınızdan 4.1 sosiallıq nə idi orada yadınızda? Əmək nə idi orada? Sosiallıq nə idi yadından çıxdı? Yadına salın. Silməmək istəyirsiniz xatırladın. Ünsiyyət Sosial bacarıq, ünsiyyət ünsiyyət bacarığı nümayiş etdirir. nümayiş etdirir. 4.1, sonra 4.2 emosional Sosial həyatla bağlı sosial həyatla bağlı, bilik bacarıqlar, vərdişlər maraqlı nümayiş etdirir. Özünə məxsus tərzdə nümayiş etdirirdi. 4.3 isə 4.3-də bu nə idi yadımda? hörmət, dözüm. Hörmət və tolerantlıq. Bəli. Yəni dözüm, yəni tolerantlıq. Dözümlü, tolerantlıq nümayiş Həqiqətən də bu baxırıq ki, əsas standartları açıqlayanda demək olar ki, kommunikativ bacarığın bütün xüsusiyyətləri burada öz əksini tapıb. İstəyir ünsiyyət bacarıqları olsun, istəyir sosial həyatla bağlı olan bilik bacarıq vərdişləri olsun, istəyir də hörmət, dözüm, tolerantlıq olsun ki, hər biri kommunikativ bacarıqda öz yerini tapır. Kommunikativ bacarıqda var idi ki, pedaqoji mərifətə sahib olmalıdır müəllim. Pedaqoji mərifət nə idi ümumiyyətlə? Pedaqoji mərifət, yəni müəllim, belə deyim də, müəllim necə deyim, danışığına fikir verməlidir. Yəni yerli-yersiz söz deməməlidir. İstifadə etdiyi sözlər sırf pedaqoji sözlər olmalıdır. Yəni belə deyim, hər dediyi sözə, yəni müəllim fikir verməlidir də. Yəni hər ünsiyyətdə belə deyim, bəzən olur ki, elə bir valideyn olur ki, onun belə deyim, ünsiyyətə girmək çox çətin olur. Onu ələ almaq, onunla belə deyim, sərt davranış nümayiş etdirir valideyn. Bu zaman belə müəllim mərifətini qorumalıdır da. Yəni imkan verməməlidir ki, onunla məsələn o tərzdə danışmamalıdır. Çalışmalıdır ki, onunla dil tapa bilsin, ünsiyyətə girə bilsin, onu ələ ala bilsin. Yəni Düzdür, yəni bunu da götürə bilərik kommunikativ bacarığa, amma pedaqoji mərifət deyəndə çox vaxt belə bir situasiya axtarın ki, pedaqoji mərifət müəllimin yeri gələndə gülməyi, yeri gələndə sevinməyi, yeri gələndə üzülməyi, ağlamağı bilməsi, yəni və bunları qaydasında edə bilməsidir. Məsələn, qrupun daxilində bəzən olur ki, müəllimlər üzülür, üzgünlüyünü uşaqlara düzgün şəkildə çatdıra bilmir və yaxud da sevincini düzgün şəkildə çatdıra bilmir. Baxın, pedaqoji mərifətə sahib olmaq budur. Yəni müəllim üzgün olanda üzləndə üzüldüyünü, sevinəndə sevindiyini, ağlamağını, hirslənməyini belə uşağa çatdırmalıdır düzgün şəkildə. Məsələn, bu tamamilə yanlış bir şeydir ki, tərbiyəçi müəllim hirslənsin və o əsəbi olduğunu uşağa qətiyyən bildirməsin. Onu elə eşitmişəm ki, deyir müəllim elə eləməlidir ki, uşaq hiss etməməlidir ki, müəllim ağlayır və müəllim əsəbləşir. Deyir, o əsəbi qapıya qədər, qapıdan içəri girəndə o hissi bildirməməlidir. Uşaq yəni hiss etməməlidir. Əgər şəxsi həyatla bağlı olmaz. Yəni şəxsi həyatla bağlı, məsələn, mən onu daşıya bilmərəm qrupa, uşağa onu yansıda bilmərəm. Amma ola bilər ki, qrupda məsələn nəsə danışarıq, uşaqlarla nəsə bir hekayə danışarıq və yaxud uşaqlar barədə nəsə bir söhbət olar və biz orada kövrələrik. Yəni bu zaman bu o demək deyil ki, mən bu halda gülməliyəm, mən bu halda gülümsəməliyəm, uşağa göstərməməliyəm üzüldüyümü. Mən orada göstərə bilərəm üzüldüyümü ki, yəni mən də üzülürəm. Bu məsələ bu situasiya həqiqətən də üzüntü verən bir situasiyadır və mən bununla uşaqlara bu situasiyada rol model oluram bir növ ki, yəni uşaqlar da başa düşürlər ki, artıq bu məsələn üzüləsi bir vəziyyətdir, burada üzülmək lazımdır. Sabah bir gün mən orada məsələn gülümsəsəm, gülsəm, yəni o üzüntü reaksiyasını uşağa göstərməsəm, sabah uşaq elə bir situasiya ilə qarşılaşanda bizi rol model olaraq götürəcək və o formada davranacaq. Və yaxud da bir uşaq məni əsəbləşdirir, dəfələrlə xəbərdarlıq edirəm, qaydanı pozur. Mən ona demirəm, yəni bu o demək deyil, uşaq
uşağa qışqırmalısan, vurmalısan, aqressiv davranmalısan, bu yox. Amma əsəbləşdiyimizi ona hiss elətdirməliyik ki, bax bu situasiyada sən məni əsəbləşdirdin. Yəni bu situasiyada bunu düzgün eləmədin və bu eləmədiyinə görə məni əsəbləşdirdin və yaxud da məni incitdin. Bunu uşağa biz göstərməliyik və bunu öz görüntümüzlə rol model olmalıyıq uşağa. Eləcə Hə, də yəni sevinəndə bunları görməlidir də əlbəttə, müəllim. yəni o başqa bir məsələdir ki, ailədə bir problemin varsa və yaxud çöldə bir problemin varsa, gəlib uşağın yanında oturub ağlamalı deyilsən. Yəni qəbul edilməz bir şeydir. Nəinki uşağın yanında. Yəni bu həqiqətən heç etik bir şey deyil. Təbii ki, çox yaxın bir insanın olar. Ondan dərdləşə bilərsən, ağlaya bilərsən, amma hər adamın da yanında, məsələn, şəxsən mən özüm bir yetişkin olaraq razı deyiləm. Hər adamın yanında gəlib danışmaq, nə bilim, neqativ danışmaq, o insana da neqativi yükləmək. Bunun Bəli. tərəfdarı deyiləm. Bəzən müəllimə olur ki, valideyndir də gəlir belə Aha. yersiz müəllimən o qədər belə lazımsız əsəbləşdirir. Aha. Müəllim elə bir hala gəlir ki, artıq dözülməz bir vəziyyət. O uşağın yanında ağlaya da bilir. Yəni valideynin elədiyi hansısa bir yanlışı da, yəni müəllimin üstünə getməsi, onu şikayət etməsi. Onu artıq uşağın yanında bildirməməliyik biz. Bəli. Amma nə qədər deyilsə belə, yəni ona inanın ki, mən bəzən baxıram ki, uşaqlar onu hiss edə bilir ki, məsələn, valideyn girdi, nəsə oldu, müəllim bu vəziyyətə düşdü də. Elə olur ki, müəllimin təzyiqi də qalxa bilir, halı da pisləşə bilir. Hansı bir yanaşması ki, üstünə getməsi, aidiyyəti olmayan sözü üstünə atması, şikayəti böyütməsi də, yəni bu zaman müəllim həqiqətən nə qədər o deyir, özünü toparlasan da artıq. Amma mən həmişə deyirəm ki, valideynlər onu başa düşməlidir ki, müəllim burada bu qədər əsəb stres yaşayır, düşünmür ki, bu vəziyyətdə mənim uşağımın yanına keçəcək də. Yəni axı mənim uşağım axı bunun bu vəziyyətini görəcək. Yəni onu düşünməyən valideynlər var. Ola bilər, mən demirəm. Müəllimin də yanlışları ola bilər. Lazım ola bilər. Bəli, valideyn deməlidir. Amma düşünməlidir ki, harda necə demək lazımdır da. Yəni axı uşaqların həqiqətən də fikir verir ki, gözü müəllimin üzərindədir, üzündədir. Müəllim güləndə gülür, ağlayanda, pis olanda. Bəzən olur, mən də elə keçən dəfə uşağın ayaqqabısını geyindirəndə əyilmişəm, başımı qaldıranda halım pisləşdi. Gördüm uşaqlar elə pis oldu ki, yəni müəllimə sizə nə oldu beləsinə də? Yəni rəngim zadım qaçdı, özüm pis elədim. Uşağın ayaqqabısını geyindirə bilmirdim. Ayağına olmurdu da. Yəni inan başımı qaldırdım ki, halım pisləşib. Gördüm uşaqlar çox pis oldu ki, yəni müəllimə sizə nə oldu belə? Yəni hə, yəni baxıram ki, uşaq doğrudan da tez özümü şey elədim ki, uşaqlar heç olmur, biraz başım gicələndi, narahat olmur. Yəni tez şey oldum ki, biz təsir eləməsin. Yəni həqiqətən də yəni uşaqlara düzdür, biraz balacalarda çox hiss olunmur. Birinci, ikinci kiçik qruplar təsadüf bir-iki uşaqda mən elə bilirəm hiss olunur. Amma böyüklər belə deyim də hər detallarına fikir verirlər müəllimin. O deyir müəllim rol modeldir, müəllimi təqlid eləyirlər. Müəllimin bütün davranışlarını uşaq öz həyatına yansıdır. Belə deyim. Ona görə deyirlər uşağın bütün bünövrəsi elə bağçadan qoyulur. Müəllimi necə görür, eynən həyatına yansıyır. Düzdür. Ona görə də yəni dediyim kimi bunu pedaqoji mənfəətə sahib olmağı da yanlış anlamayaq. Situasiyada da elə axtaraq ki, orada bu sadəcə hissələnməsi, ağlaması, bu mənfəətə malik olmasıdır. Bu pedaqoji mənfəətə sahib olmasıdır və bu da təbii ki, şəxsi məsələlərlə bağlı deyil, sadəcə qrup daxilində olan situasiyalarda ola bilər. Hər hansısa bir hekayədə və yaxud uşaq nəsə bir şey danışar bizə, nəsə bir şey olar, yıxılar, üzlər, biz də onunla bərabər üzlə bilərik, kövrələ bilərik. Yəni bu demək deyil, oturub uşaqla bərabər ağlayaq, əksinə onu sakitləşdirməliyik, amma gözümüz dolarsa belə kövrələriksə, bunu göstərməkdən çəkinməməliyik. Yəni olmaz, mən qətiyyən müəlliməm, uşağın yanında ağlamamalıyam, kövrəlməməliyəm, ancaq gülməliyəm. Bütün situasiyalarda görsək, bu necə biz uşağa düzgün rol model ola bilərik. Belə deyim, Ramilə müəllimə, açıq dərsə verilən tələbləri bilmək müəllimin hansı bacarığıdır? Açıq dərsə verilən tələb? Tələbləri bilmək. Açıq dərsə verilən tələb deyəndə müəllimə burada elə ki, açıq məşğələlər dedik də biz. Açıq məşğələ. Bunlar öyrədici olduğuna görə müəllimə elə olmalıdır qnostik bacarıq. Konstruktiv, düzdür? Konstruktiv, hə. Açıq dərsin tələblərini bilmək, məsələn, mən bilirəm ki, açıq dərsin tələbləri nələrdir? Bunu bilmək müəllimin konstruktiv bacarığıdır. Yəni açıq dərs, açıq məşğələ deyək də. Açıq məşğələnin keçirilməsi bəs müəllimin hansı bacarığıdır? Belə deyim də müəllim öyrədici, qnostik öyrədicidir. Onda belə çıxır ki, yəni
Açıq Yox, məşğələnin baxın müəllimə, qnostik bacarıqla konstruktiv bacarığı qarışdırmayaq. Konstruktiv bacarığı belə yadınızda saxlayacaqsınız. Konstruktiv bacarıq müəllimin uşağı inkişaf etdirməsidir. Metodikanı bilməsidir, sənədlə işləməyi bilməsidir, bax tələbləri bilməsidir. Məsələn, müəllim bilir ki, portfolyonun tələbləri nələrdir. Mən portfolyoya nələri yığmalıyam, nələri yığmamalıyam. Bu nədir? Müəllimin konstruktiv bacarığıdır. Və yaxud müəllim bilir ki, açıq məşğələnin tələbləri nələrdir. Müəllim icmal yaza bilir, plan yaza bilir, protokol yaza bilir, bunların məruzə yazmasını yaza bilir. bilən ki, Hı konstruktivdir, amma onu tərtib etməsi, öyrədici olması mən qnostik bilirəm. Yox, Yanlış. qnostik bacarıq müəllimin özünü inkişaf Hə, etdirməsidir. özü barə, Aha, özü üzərində. konstruktiv bacarıq müəllimin uşağı üzərində olan bacarığıdır, onu inkişaf etdirməsidir. Amma qnostik bacarıq müəllimin öz üzərində işləməsidir, özünü inkişaf etdirməsidir, yenilikləri öyrənməsidir. Bax, bu müəllimin qnostik bacarığıdır. Mən yəni bildiyimi elə bilirəm ki, yəni həm uşağın, həm özünün öyrənməsi qnostik. Təbii ki, yəni öyrəndiyi o yenilikləri, məsələn, məsələn, müəllim gedir, Montessori yanaşmasını öyrənir, düzdür? Bəli. Müəllim Montessori yanaşmasını öyrənirsə, müəllimin qnostik bacarığıdır bu. Bəli, o nəzəriyyələri bilib. Məsələn, mənə bağçada tələb olunmur, düzdür? Mənə bağçada tələb olunmur ki, Montessori yanaşması ilə bu dəqiqə məsələn. Amma yenilikçi düzdür? olduğunu. Yenilikdir, öyrənirəm və gəlirəm onu bağçada tətbiq eləyirəm, düzdür? Bu müəllimin qnostik bacarığıdır, yeniliyi öyrənir. Yəni tələb olmadığı halda belə. Yəni hal-hazırda düzdür, özəl bağçalarda belə bir tələblər olur, Montessori yanaşması ilə dərs keçilir, amma dövlət bağçasında belə bir tələb yoxdur ki, sırf Montessori yanaşması ilə dərs keçməlisən. Bax, bu qnostik bacarıqdır. Amma məsələn, açıq məşğələ, yəni bağçanın tələbidir. Açıq məşğələ verilməsi, yekun məşğələ olsun. Bunun tələblərini bilmək müəllimin konstruktiv bacarığıdır. Amma açıq məşğələnin keçirilməsi müəllimin təşkilatçılıq bacarığıdır. Məşğələnin tələblərini bilmək müəllimin konstruktiv bacarığı olur. Məsələn, məşğələnin icmalını yazmaq, mərhələlərini bilmək, mərhələlərin şərtlərini bilmək, hər birini bilmək konstruktiv bacarığıdır. Amma onun təşkil olunması, keçilməsi müəllimin təşkilatçılıq bacarığıdır. Yəni desəm ki, bir məşğələnin keçilməsi üçün müəllimə hansı bacarıq lazımdır? Təbii ki, 4 bacarıq da lazımdır hər biri. Yəni istəyir müəllimin konstruktiv bacarığı olmasa, o necə məşğələnin planını yazar, icmalını yazar, necə o ardıcıllığı bilər, necə inteqrasiyanı eləyər, standartı təyin eləyər, məqsədi yazar, heç birini eləyə bilməz, düzdür? Yəni müəllim yəni standartı təyin etməsi, məqsəd çıxartması, inteqrasiya bacarığı, müəllimin iş formasını seçməsi, iş üsulu seçməsi, resursları seçməsi, hər biri nədir? Müəllimin konstruktiv bacarığıdır. Amma hal-hazırda məsələn mən onların hamısını seçdim, təşkil elədim və bu dəqiqə keçirəm, məşğələmi keçirəm. Uşaqları qruplara bölürəm, motivasiya mərhələsini təşkil edirəm, dərs mərhələsini təşkil edirəm. Bu artıq nədir? Təşkilatçılıq bacarığıdır. Məsələn, elə müəllimlər var ki, yəqin ki, rastınıza çıxar. Baxın, o qədər gözəl bilir metodikanı, mərhələləri də bilir, deyin sizə əzbər danışsınlar. Çox gözəl icmalını yazır, plan da yazır, hər birini təşkil edir, düzgün şəkildə seçir. Amma gəlin ki, məşğələyə gələndə, məşğələ vaxtı onu icra eləyə bilmir. Nə qrup müəllimi ala bilir, nə motivasiya mərhələsini düzgün şəkildə təşkil eləyə bilir, o səhnəcik hazırlaya bilmir və yaxud da nəsə bir uşaqların diqqətini cəlb eləyə bilmir. Çünki müəllimin nəyi yoxdur? Təşkilatçılıq bacarığı yoxdur. Ona görə də məşğələnin tələblərini bilmək, onları yazmaq, əvvəlcədən hazırlamaq konstruktiv bacarıqdır. Amma məşğələnin gedişatı, onu keçmək, təşkil eləmək müəllimin təşkilatçılıq bacarığıdır. Bəzən olur, müəllimə bu qrup işləri falan yazırıq. Onu biri yazmaq konstruktivdir. Deməli, onu tərtib eləmək, məsələn, hansı uşağa hansı vermək, təşkil eləməsi bu təşkilatçılıq bacarığı. Elə bir vəzifə bölgüsüdür. Düzdür. Bax, vəzifə bölgüsü, qrupların təşkil edilməsi, uşağın potensialına uyğun olaraq bölməsi. Bəzən olur, biz bayram keçiririk, məsələn, səhnə veririk, hansı uşağa hansı potensial olduğunu, hansı uşağa hansı səhnəni verib, hansı şeiri versə, hansı uşaq necə öyrənə bilər. Deməli, bunlar olur müəllimin təşkilatçılıq bacarığı. Məsələn, valideyn iclasının keçirilməsidir, bayramlardır, ekskursiyalardır. Yəni bunların təşkil olunması müəllimin təşkilatçılıq bacarığı. Ona görə də bir müəllimdə, yəni bunu situasiya ola bilər ki, bax, situasiyalara mütləq fikir verin. Görsəz ki, əvvəlcədən nəyinsə hazırlanmasıdır, nəyinsə seçilməsidir, yazılmasıdır, bu konstruktiv bacarıqdır. Görsəz ki, situasiyada artıq məşğələnin keçirilməsi, məşğələdə qruplara bölünməsi, uşaqlara motivasiyanın qurulması olsun, tətbiq etmə, idman dəqiqəsinin verilməsi, təşkil olunması olsun, oyunların təşkil olunması olsun, oyunlar zamanı rol bölgüsünün aparılması olsun. Bunlar hamısı müəllimin təşkilatçılıq bacarığıdır. Bir də Ramin müəllimə, bayaq dedik ki, kommunikativ bacarığı etik davranış prinsiplərindən biz uyğunlaşdırdıq mədəni davranışla. Mədəni davranış prinsipi deyəndə burada nələr var idi?
Mədəni davranış deyəndə bir müəllim həm belə deyim, davranışına, həm geyiminə, yəni xarici görkəminə, həm səliqəsinə, nizam-intizamına fikir verməlidir. Yəni bir müəllim peşəsini yəni yerinə yetirirsə, yəni belə deyim, yəni mədəni davranışın bütün prinsipləri, bütün tələbləri bura daxildir. Yəni məsəl üçün nizam-intizamdır, xeyirxahlıq olmalıdır, necə deyim, diqqətli olmalıdır, təmkinli olmalıdır. Bir də deyirdik ki, bir müəllim tənqidi fikirlərə açıq olmalıdır. Bəzən məsələn açıq məşğələdir. Açıq məşğələdə müəllimin yanlışlarını deyə bilərik. Məsələn, deyə bilməz ki, niyə siz deyirsiniz də? Yəni müəllim orada məsəl üçün dinləməlidir, tənqidi fikirləri qəbul eləməlidir və yəni heç bir fikir bildirməməlidir ki, niyə mənə qarşı belə deyirsiniz? Yəni düzgün və ona uyğun da düzgün nəticə çıxarmalıdır bir müəllim. Yəni bunlar olmalıdır, səmimi olmalıdır, mehriban olmalıdır, qayğıkeş olmalıdır, geyiminə fikir verməlidir, səliqəli olmalıdır. Yəni saçından tutmuş, hər bir belə deyim də dırnağına qədər özünə fikir verməlidir ki, yəni müəllimdə mədəni davranış formalaşmış olsun. Ya bəzən də valideynlərlə danışığına fikir verməlidir, ünsiyyətində uşaqlarla, həmkarları ilə, belə rəhbərliklə, yəni necə deyim, mədəni olmalıdır. Danışığında yəni fikir verməlidir hər tərəfli. Düzdür. Yəni bu da müəllimin mədəni davranışıdır. Yəni geyimindən tutmuş, danışığına, nitqinə qədər müəllim bir nümunə olmalıdır. Yəni o müəllim adına nümunə olmalıdır. Həmişə məsələn biz müəllim deyəndə gözümüzün qabağına nə gəlir? Qara yufka, ağ kofta, səliqəli toplanmış saç, yəni hündür daban, yəni çox da hündür olmayan ayaqqabı, qısa dırnaqlar. Necə ki, yəni düzdür. Ola bilər ki, məsələn hal-hazırda bəzən olur deyirlər ki, müəllimlər yəni bizim bu şəxsi həyatımızdır, geyimimiz filan. Yəni çöldə ola bilər nəsə geyinəcəksən, harasa gedəcəksən, amma işdə, yəni məktəbdə olsun, bağçada olsun, sən bir müəllim kimi görünməlisən. Müəllim görüntüsü o şeyi yaratmaq lazımdır. Amma eyni zamanda bir müəllim olaraq yenə də çöldə belə, yəni sən öz müəssisənin adına, vəzifənə xələl gətirəcək geyimlər olsun, xələl gətirəcək situasiyalar olsun ki, onlardan qaçmalısan. Yəni müəllim olaraq, yəni mən yəni bağçada və yaxud da məktəbdə belə geyindim, amma getdim başqa yerdə istədiyim kimi davrandım. Olmur. Yəni necə ki, başqa məsələn peşələr də var da, məsələn hərbiçilər var, polislər var, özünüz görürsünüz ki, onların da işdən başqa da məsələn görürsünüz üzərində məsuliyyətləri var. Belə davranmaq olmaz, elə davranmaq olmaz. Yəni eləcə də müəllimlərdə də bu cürdür ki, yəni öz adına, müəssisəsinin adına, vəzifəsinə xələl gətirəcək şeylərdən qaçmalıdır müəllim, yol verməməlidir bunlara. Yəni adını uca tutmalıdır daim. Düzdür. Hər zaman müəllim adını uca tutmalıdır ki, yəni insanların da müəllimə qarşı güvəni itməmiş olsun. İtməməli. Yaxşı, Ramilə müəllimə. Bir sualınız varmı bura qədər? Xeyr, məmnun. Yəni yəqin ki, sonda test işləyəcək. Eləyəcək inşallah. Çox sağ olun müəllimə. Siz sağ olun müəllimə. Aysel müəllimə, sizlə davam eləyək. Aysel müəllimə, biz konstruktiv bacarıqdan və kommunikativ bacarıqdan danışdıq. Bura qədər başa düşmədiyiniz bir şey varmı, qaranlıq qalan? Mən belə başa düşdüm ki, məsələn bir-iki dənə də eşitdim. Əslində yəni eşitmişdim, yəni tam olaraq konstruktiv olaraq kəşf eləməmişdim. Yəni siz dediniz ki, o açıq məşğələni deməli müəllimə təşkil edirsə, bu təşkilatçılıq bacarığıdır. Yox, əgər onun məşğələnin içindəki mərhələləri ardıcıllıqla yerinə yetirirsə, qrup işini falan, bunlar da onun konstruktiv bacarığıdır müəllim. Yəni bax məsələn, açıq məşğələ verəndə biz nə edirik? Əvvəlcə onun icmalını yazırıq, düzdür? Yəni icmalını da bilirsiniz də, icmalını yazanda standartını təyin eləyirik, mövzunun adını seçirik, mövzumuzu seçirik, məqsədimizi yazırıq, inteqrasiyamızı seçirik, iş formamızı, iş üsulumuzu, resurslarımızı seçirik və yazırıq. Bu nə oldu? Bizim konstruktiv bacarığımız. Yəni bunu eləmək bizim oldu konstruktiv bacarığımız. Eyni zamanda mərhələləri bilmək. Məsələn, bilirik ki, birinci motivasiya mərhələsi gələcək, ikinci dərk etmə gələcək, tətbiq etmə gələcək, sonda oyun verəcəm. Nə mərhələləri bilmək, bunların ardıcıllığını bilmək. Yenə
də nə oldu? Müəllimin konstruktiv bacarığı. Konstruktiv bacarığı, bəli. Bunların hamısını əvvəlcədən düşünüb, planlayıb, təşkil edildiksə, bu oldu bizim konstruktiv bacarığımız. Konstruktiv. Sonra keçirik həmin günü açıq məşğələmizi keçirik. Bax o gedişat ki var, məşğələni keçəndə artıq motivasiyanı qururuq. Məsələn, bir səhnəcik təşkil edirik, düzdür? O bizim təşkilatçılıq bacarığımızdır. Uşaqları qruplara bölürük, dərk etmə mərhələmizi təşkil edirik, tətbiq etməni təşkil edirik, uşaqlarla idman dəqiqəsi veririk. Bax bunların hamısında da təşkilatçılıq. Yəni təşkilatçılıq bacarığı olmayan bir müəllim həmin günü, həmin dərsdə onları eləyə bilməyəcək. Nə qədər konstruktiv bacarığı olsun, nə qədər kommunikativ bacarığı olsun, nə qədər qnostik bacarığı olsun. Elə müəllimə var, inan o qədər savadlı müəllimədir, çox savadlı müəllimədir, amma gəl ki, müəllimin didaktik bacarığı yoxdur, öyrədici bacarığı yoxdur, öyrədiciliyi yoxdur, təşkilatçılığı yoxdur. Yəni belə bir hallar olur. Deməli, məsələn, portfolyonun tələblərini bilmək. Məsələn, mən bilirəm ki, portfolyonu necə təşkil etmək lazımdır. Onun içinə nələr daxildir, nələri qoyacağam onun içinə, nələr qoyulmalıdır. Bax, bunların hamısı bilmək müəllimin konstruktiv bacarığıdır. Amma o portfolyonu yığıb təşkil eləmək, hər dəfəsində yığırıq, qururuq, təşkil ediriksə, bu bizim yenə də təşkilatçılıq bacarığımızdır. Bildim. Aha, bu formada konstruktiv və təşkilatçılıq bacarıqlarını bu formada bölürük biz. İndi isə danışaq biraz da qnostik bacarıqdan. Bəs qnostik bacarıq nədir? Qnostik bacarıq müəllimənin elə bil ki, müəllimə yeniliklərə açıq olmasıdır. Texnologiyanı bilməsidir müəllimənin. Məsəl üçün mən nəzəriyyələri oxuyuram, o nəzəriyyələrdən bir yenilik götürürəm, gəlirəm, qrupda uşaqlarla təşkil edirəm. Yəni ki, yeniliyi təşkil edirəm. Məsəl üçün, deyəm, Montessori və yaxud da Vygotsky yanaşmasına hər hansısa bir nəzəriyyəni öyrənib gəlib qrupda onu uşaqlarla tətbiq edirəmsə, bu müəllimənin qnostik bacarığıdır. Və yaxud da müəllim elə bil bir də vardı orada, elə bil müəllimənin elmi tədqiqat işlərində də iştirakçı var idi ki, bəli, psixologiyanı bilməsi var idi. Bunlar da qnostik bacarığa daxil edir. Ümumiyyətlə, qnostik sözü mənası idrak deməkdir. Yəni, müəllimin qnostik idrak mənasına. Dərk etmə, idrak mənasına gəlir bu. Yəni, bir sözlə müəllimələrin yenilikləri açıq olması, texnologiyaları bilməsi, yeni texnologiyaları bilib də onu tətbiq etməsi, yəni eləcə bilməsi deyil. Müəllimənin öz üzərində işləməsi, müəllimin özünü inkişaf etdirməsi, müəllimənin, məsəl üçün, mən gedirəm hər hansısa bir, məsələn, bağça müəlliməsiyəm, gedirəm, mən ixtisasımı artırıram, yenilikləri artırıram, öz ixtisasımı artırıram, öz üzərimdə işləyirəm, inkişaf elətdirirəm özümü. Bu müəllimənin qnostik bacarığıdır. Yox, əgər uşağı inkişaf elətdiririk, uşağın məşğələlərdə uşağa yanaşırıq, uşaqlara yanaşmamız, uşaqlarla inkişafımız, bu bizim konstruktiv bacarığımızdır. Amma öz üzərimizdə işləməyimiz, yenilikləri açıq olmamız, texnologiyaları bilməyimiz, bu bizim qnostik bacarığımızdır. Düzdür. Deməli, qnostik bacarıq idrakdır, dərk etmədir, pedaqoji nəzəriyyələri bilmək və eyni zamanda onlardan yaradıcı şəkildə istifadə etmək. Sadəcə, məsələn, pedaqoji nəzəriyyələri tətbiq etmək yox, onu yaradıcı şəkildə təşkil edə bilirsə müəllim, bu müəllimin qnostik bacarığıdır. Həm özünün təcrübəsini ümumiləşdirir, həm yoldaşlarının təcrübəsini birlikdə. Elə bil ki, məsələn, mən öz bildiyimlə öz yoldaşlarımın, həmkarlarımın bildiyini ümumiləşdirib ortaya bir şey çıxara bilirəmsə, bu yenə də mənim qnostik bacarığımdır, bir yaradıcı bir şey çıxaramsa. Bayaq dediyimiz kimi elmi tədqiqat işlərində də iştirak etmək, müasir texnologiyaları bilmək, interaktiv metodlara yiyələnmək və burada bir tələb yönümlülük prinsipinə gelib çıxır da. Elə bir tələb yönümlülüklə də yeniliklərə açıq idi da, o prinsip. İKT bacarığı idi, texnologiyaları bilməsi idi. Sanki elə bil ona uyğunlaşmış olur. Bu hissəsi, yəni məsələn o hissəsi, yəni müasir interaktiv metodlara yiyələnməsi, texnologiyanı bilməsi, ondan istifadə etməsi yaradıcı şəkildə, bu artıq tələb yönümlülük prinsipinə gəlib çıxır. Ümumiyyətlə elə tələb yönümlülük nə idi? Tələb yönümlülük müəllimə elə bil ki, İKT bacarığı idi. Məsələn, uşaqlar planşetləri, məsələn, monitorları, kompüterləri, yəni yeni texnologiyaları bilməsi idi və müəllimin İKT bacarığı idi. Müəllimənin İKT bacarığı olmalıdır, yeni tələblərə açıq olmalıdır, üzr istəyirəm, tələblərdə yeni texnologiyalara açıq olmalıdır və burada tələb yönümlülükdə bir şey vardı ki, uşaqlar öz hüquqlarını da bilməlidirlər tələb yönümlülükdə. Və dövr dəyişir, cəmiyyət dəyişir, tələblər dəyişir, istəyir uşaqların tələbləri də dəyişir, ailələrin tələbləri də dəyişir. Yəni müəllim də deyə bilməz ki, məsələn, çox müəllimlər
Hal-hazırda çox eşidirəm bu sözü ki, məsələn, bizim dövrümüzdə belə şey yox idi, bizim dövrümüzdə imtahan yox idi, sertifikasiya yox idi, nə bilim kompüter Hı yox hı. idi. Yəni bizdən tələb Evet. etməyiblər deyə, yəni biz də bilmirik və normaldır bunu bilməməyimiz, bilməli deyilik. Çünki yəni bizim vaxtımızda belə bir şey olmayıb. Məsələn, bu bir növ tələb yönümlülüyü pozmaq deməkdir. Yəni ola bilər o zaman olmayıb, amma hal-hazırda var. Və varsa, bir müəllim olaraq siz öyrənməlisiniz, öz üzərinizdə işləməlisiniz, özünüzü inkişaf etdirməlisiniz. Elə məsələn sertifikasiyanın keçirilməsi özü nədir? Ona Bax, deyəcəkdim mən. Yəni hı hı, sertifikasiyaya görə biz də öz üzərimizdə işləyirik beləsinə. hı Yəni sırf özümüzü inkişaf elətdirmək üçün, yaxşı savadlı müəllimə olmaq üçün, cəmiyyətə yararlı bir insan olmaq üçün, yəni biz bu günləri öz üzərimizdə işləyirik ki, gedək gələcəkdə o məsələn uşaqların gələcəyini, yəni daha parlaq eləmək üçün, onların üzərində yeniliklərlə işləməkdən ötürü biz bu günləri yəni bu imtahan təşkil olunur ki, müəllimələr öz üzərində işləsin. Elə Həmçində müəllimə bax bu. səriştələrdən də Ha, şəxsi məsuliyyət var idi orada. Yəni səriştəni də biz yəni məsuliyyətli olmalıyıq ki, bu gün biz məsuliyyətli olub imtahana yəni yaxşı nəticə göstərsək, bu da elə bil ki, bir şəxs necə deyim, məsuliyyət şəxsi hissidir sosial də. Yəni məsuliyyətdir, düzdür. Həm məsuliyyət, özünüzə bəli. qarşı, Hı -hı. həm təbii ki, uşaqlara qarşı, istəyirsə sosiala qarşı da, yəni hansı ki, sizin təhsil verdiyiniz uşaqlar olsun, işlədiyiniz valideynlər olsun, rəhbərlik olsun, kollektiv olsun, onlara Hı qarşı -hı. yəni bir məsuliyyətinizdir. Sertifikasiyanın keçirilməsi özü də müəllimin qnostik bacarığının Buna yoxlanılması deməkdir. Hı -hı. Ki, yəni Bəli, müəllim bəli. nə dərəcədə öz üzərində işləyir, nə dərəcədə özünü inkişaf etdirir. Yəni bax bunun üçün elə sertifikasiyanın Buna sirk keçirilməsi. bacarıq həm də etik davranış prinsiplərindən, elə peşəkarlıq və fərdi məsuliyyət Aha. prinsipinə də elə əsaslanır. Orada Hı da var hı. idi ki, orada müəllimənin özünün vəzifəsini uca tutması idi. Orada həmçinin müəllimənin məsuliyyətli olması idi. Hı hı. İşçilərə qarşı, təhsil alanlara qarşı, valideynlərə, öz rəhbərliyinə qarşı inamını artırması idi. Yəni bu da yəni öz üzərində işləməsidir də müəllimənin fərdi məsuliyyət, o peşəkarlıqda Düzdür. diaqnostik bacarıqla eynidir. Hı hı. Yəni peşəkarlıq və fərdi məsuliyyətdə deyir ki, müəllim hansı ki yerinə yetirdiyi o fəaliyyət ki var, öz fəaliyyəti var ki, məsələn onun öz ölkəsinə, məsələn Azərbaycanın qanunvericiliyi var ki, bu qanunvericilikdə hansı şəkildə müəyyən edilibsə, səlahiyyətləri hansı şəkildə müəyyən edilibsə, o formada da yerinə yetirməlidir və peşəkar səviyyədə yerinə yetirməlidir. Buna da borcludur. Eyni zamanda da öz vəzifə funksiyalarını, məsələn, bir müəllimin, tərbiyəçi müəllimin hansı vəzifə funksiyaları varsa, onları yerinə yetirməlidir. Həm yəni müəllim peşəkar fəaliyyət göstərməlidir. Yəni belə deyək də, həm təhsil alanların olsun, yəni uşaqların olsun, həm cəmiyyətin olsun, həm valideynlərin olsun, hansı ki uşaqların valideynlərinin olsun. Yəni inamını müəssisəyə qarşı, təhsilə qarşı, öz işinə qarşı inamını artırmalıdır Çatdırmalıdır. və Bəli. möhkəmləndirməlidir. Bu müəllimin fərdi məsuliyyətidir. Elə siz düz Bəli. deyirsiniz ki, eyni zamanda da bu şəxsi sosial məsuliyyət səriştəsi deməkdir. Müəllimin bu Hı etik hı. davranış prinsipinə əməl etməsi düzgün vurğuladınız. Deməli, peşəkarlıq fərdi məsuliyyətdə də biz situasiyalarda nələr axtaracağıq? Biraz Qnostik ümumiləşdirək. qnostik bacarığı deyirsən mənə. Qnostik bacarıq, Yox, şəxsiyyət peşəkarlıq və yönümlülük. fərdi məsuliyyət prinsipində, etik davranış prinsipində, Aha, situasiyada hansı sözləri görsək, bax, açar söz kimi aha, özümüzə situasiyada. götürəcək ki, bax, Hə, mən bundan əsasən peşəkarlıq, fərdi məsuliyyət götürürüm. aha, məsələn, açar sözlər olaraq müəllim peşəkarlıq nümunəsi olmalıdır. Aha, Müəllim məsuliyyətli olmalıdır. aha, Müəllim öz müəssisəsində işçilərlə, ondan sonra rəhbərliklə, valideynlərlə, təhsil alanlarla onlar arasında öz inamını artırmalıdır. İnamını artırmaq sözü də açar sözdür. aha. Ondan sonra e, müəllim elə bil öz vəzifəsini peşəkarcasına yerinə yetirməlidir. E, və başqa nə var idi orada? Elə mənim əsas elə şeylər buydu da. Hı hı, Məsuliyyətli olmalıdır, möhkəm hı olmalıdır, hı. inamını artırmalıdır, peşəkarlıq nümunəsi olmalıdır və öz işinə peşəkarlıqla yerinə yetirməlidir. Aha. Bu da peşəkarlıq və fərdi məsuliyyətdir. İndi inşallah testlər hazırlamışam mən. O testlərdə həm situasiya, həm də faktoloji olaraq da oxuyacağıq. Onda daha aydın olacaq ki, yəni situasiya ilə seçə bilirsinizmi ya yox. Gəldik təşkilatçılıq bacarığına. Müəllimin təşkilatçılıq bacarığı deyəndə nə nəzərdə tutulur? Təşkilatçılıq müəllimənin məsəl üçün bir tədbiri, bir ekskursiyanı, bir gəzintini təşkil etməsidir. Müəllimin elə bil ki, necə deyim, mən həmçinin biz təşkilatçılıq bacarığını Hı hı. biz bura aid eləyə bilərikmi? Gün rejimini, rutinləri. Aha. Gün rejimini Elə bax bilər ardıcıl Hı şəkildə -hı. təşkil eləmək özü belə müəllimin Bəli, təşkilatçılıq bacarığıdır. bəli.
Dedi ki, orada müəllimə zamanı düzgün qurmalıdır. Aha. Məsələn, məşqələrin vaxtı var da, 30 dəqiqə. Hı hı. Demək, məktəb hazırlıq qrupunda müəllimə o zamanı düzgün qurmalıdır, düzgün riayət etməlidir o zamana. Gün rejimini düzgün qurmalıdır. Səhər fəaliyyəti, axşam fəaliyyəti, gündüz fəaliyyəti. Yəni bunları düzgün ardıcıllıqla yerinə yetirməli, düzgün təşkil etməlidir. Gəzinti nə zaman, hansı saatlarda olmalıdır, ekskursiya hansı vaxtlarda öncədən gedib onu Hı hı. ekskursiyanın yerini bilməlidir. Ona əvvəlcədən yəni təşkil etməli. Əvvəlcədən deməyək, əvvəlcə gedir çıxır konstruktiv bacarığa. Yəni Hı hı. yəni müəllimə düzgün planlamalıdır da, yəni təşkilatçılıq. Mən bir valideyn iclası təşkil edirəmsə, o Hı. iclasın harda keçiriləcəyini, harda düzgün, necə mən məsələn təşkil edirəm, mən mövzu olaraq nə qoymuşam, mən valideynlərlə nə danışacağam, nə edəcəm və yaxud da ki, qrupa girmişəm, qrupda da məsəl üçün gəldi konstruktiv bacarıqdan əvvəlcə planımızı hazırladıq. Bu bizim konstruktiv bacarığımızdır. Artıq məşqələni təşkil edirik, qruplarla işi təşkil edirik. Bunlar artıq təşkilatçılıq bacarığıdır. Müəllimənin yəni bir təşkilatçılıq bacarığı olmasa, yəni dördü də vacibdir, amma təşkilatçılıq budur ki, yəni müəllimə hər şeyi təşkil eləməsi peşəkar şəkildə olmalıdır da, yəni peşəkarlıqla təşkil eləməlidir. Və burada bir də var da, uşaqlar arasında düzgün bir bölgü eləməlidir, vəzifə bölgüsü aparmalıdır müəllimə. Elə bir təşkilatçılıq bacarığında o da var idi ki, yəni bu düzgün vəzifə bölgüsü nə deməkdir? Yəni uşaqlar arasında, məsələn, uşaqları qruplarla bölmüşəm, qruplara bölmüşəm. Vəzifə bölgüsünün lideri seçirik. Yəni onu mən özüm seçməli deyiləm. Uşaqların özünə sərbəstlik verməliyəm. Uşaqlar özləri liderlərini qurmalı. Mən onu da təşkil etməliyəm. Uşaqlara müstəqilliyi mən verməliyəm. Ki, yəni vəzifə bölgüsünü öz aralarında özləri etsinlər. Və yaxud növbətçilik verirəm mən uşaqlara. Uşaqlar bu günlər növbətçilik var. Məsəl üçün məşğələdə növbətçilik var. Yemək zamanı olan növbətçilik. Bunları da uşaqlarda təşkil etməliyəm. Vəzifə bölgüsünü düzgün yerinə yetirməliyəm. Uşaqların bacarıqlarını, qabiliyyətlərini bilməliyəm, hansı uşağa hansı işi verməliyəmsə onu düzgün təşkil etməliyəm. Yəni müəllimənin bir təşkil eləyəcəyi bir iş varsa da o da yəni peşəkar olmalıdır, düzgün olmalıdır, vəzifə bölgüsündə düzgün aparmalıdır. Hı hı. Deməli, bu da müəllimin olduğu təşkilatçılıq bacarığı. Maarifləndirici iclasların keçirilməsi bəs. Elə o da müəllimələr bura aiddir. Hı hı. Təşkil Bax, edilmədə iclasların müəllimə keçirilmə ardıcıllığını bilmək. Yəni ki, iclas necə keçirilməlidir? Bunun belə deyim də bilmək qaydasını bilmək konstruktivdir. konstruktiv bacarıqdır, amma bunu təşkil eləmək Təşkil eləmək isə bəli, təşkilatçılıq bacarığıdır. bu isə müəllimin təşkilatçılıq bacarığıdır. Deməli, müəllimin peşə bacarıqları bu qədər. Məncə hələ ki bir çətinliyiniz yoxdur. İnşallah testlərdə daha yaxşı biləcəyik bunu. Ki, yəni necədir? Deməli, konstruktiv bacarığı götürürük ən çox nəyə? Metodika ilə işləmə bacarığına, əvvəlcədən hər şeyin planlaşdırılmasına, kommunikativi götürürük. Ünsiyyətə, əməkdaşlığa, mehribançılığa bu formada. Yəni bir növ həm uşaqların qəlbinə yol tapa bilmək, həm də valideynlərin qəlbinə yol tapa bilmək, valideynlərlə düzgün ünsiyyət qura bilmək, kollektivlə düzgün ünsiyyət qura bilmək, qnostik öz üzərində işləməkdir, özünü inkişaf etdirməkdir. Təşkilatçılıqda bütün, yəni baxsan o təşkilatı işləri var ki, hamısı. Bax, gün rejiminin, gəzintinin təşkil olunması, ekskursiyanın təşkil olunması, hər biri. Düzdür, bax, o planın yazılması, həftəlik cari planın yazılması müəllimin konstruktiv bacarığıdır. Perspektiv planın yazılması yenə müəllimin konstruktiv bacarığıdır. Yəni düzdür, metodikadır bu. Amma onun təşkil olunması, artıq məsələn mən bu gün nə olsun, bu günün planını yazmışam, konstruktiv bacarığım var. Amma gəl ki bunu təşkil edə bilirəmmi? Bu artıq təşkilatçılıq bacarığına irəli gəlir ki, səhər fəaliyyətini təşkil etməlisən, məşğələləri təşkil etməlisən, sonra gəzintisini, axşam fəaliyyətini, axşam gəzintisi hər biri müəllimin təşkilatçılıq bacarığıdır. Ki bu müəllim 4 bacarığın 4-ü də elə inkişaf sahələri ilə bağlıdır. Hər birində bir inkişaf sahəsi ilə bağlı gedir. Yəni elə fikir verirəm, elə bəli, elə hamısında bizim o inkişaf sahələrimiz ki var 4-4-ü. Bu 4 bacarıq 4 inkişaf sahəsinə əsaslanır. Bir də siz mənə danışın etik davranış prinsiplərindən qanunun aliliyi. Nə deməkdir qanunun aliliyi? Qanunun aliliyi budur ki, müəllim Azərbaycan Respublikasının konstitusiyasına, Azərbaycan Respublikasının qanunlarına, ondan sonra insan hüquqlarına, ondan sonra sizə deyim, o prinsiplərinə əməl etməyə borcludur.
Hı hı. Yəni biz qanundan kənara çıxmamalıyıq. Yəni qanun bizə nə deyirsə, müəllim o qanunun aliliyindən kənara çıxmamalıdır. Yəni bir konstitusiyada nə yazılıbsa, biz həmin konstitusiyanın həmin maddələrinə əsasən hər şeyi yerli yerində yerinə yetirməliyik. Hı hı. Həm öz konstitusiyasının, həm də ola bilər ki, öz Bəli, ölkəsinin, məsələn, tərəfdar çıxdığı beynəlxalq müqavilələr var ki, məsələn, bəli, bu da var. bu Hı beynəlxalq -hı. müqavilələrdə amma məsələn bizim ölkə də ona tərəfdar çıxır. Bax bunlara da, Bəli, bunların tələblərinə də əməl əməl etməliyik biz. etməlidir. Ümumiyyətlə demokratik prinsiplərə əməl etmək qanunun aliliyindən irəli Aynen. gəlir. Həm də Almanya bunu Azərbaycançılıq da götürə bilərik mi? Azərbaycançılıq deməzdim. Azərbaycançılıq bir növ Hı. uşaqlarda vətən sevgisinin formalaşdırılmasıdır. Azərbaycançılıq ruhunda uşaqların böyüdülməsidir, Azərbaycançılıq məfkürəsində. Amma burada qanun aliliyində müəllimin artıq öz vəzifə funksiyalarından söhbət gedir ki, məsələn mən vəzifə funksiyamı yerinə yetirən zaman konstitusiyada məsələn nə nəzərdə tutulubsa məndən məsələn tərbiyəçi müəllimin vəzifə funksiyası konstitusiyada maddə ilə göstərilib ki, o hansı funksiyanı yerinə yetirməlidir. Bax bu ona görə çox uyğunlaşdıra bilmirik bunu. Ki, yəni burada artıq müəllimin özünün belə deyim də vəzifəsini yerinə yetirməsidir. Konstitusiyaya uyğun, onun belə tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq məsələn BMT deyək ki, yəni məsələn onun olsun və yaxud da hər hansısa bir müqavilələr ola bilər ki, onlara uyğun olaraq mən məsələn orada nə tələb eləyirsə, mənim də ölkəm ora tərəfdar çıxırsa, onu dəstəkləyirsə, deməli mən də o tələblərə əməl etməliyəm vəzifəmi yerinə yetirərkən. Ona görə də Hı belə -hı. Azərbaycançılıq deyil, Azərbaycançılıq sırf uşaqların vətənpərvər ruhda böyüdülməsidir, Azərbaycançılıq məfkürəsi ilə yetişdirilməsidir. Bəli. Deməli bir də danışın siz mənə vicdanlılıqdan. Vicdanlılıq deyəndə nə nəzərdə tutulur? Aha, vicdanlılıq belədir ki, müəllim, elə bil ki, bir müəllim öz peşə fəaliyyətini vicdanla yerinə yetirməyə borcludur. Aha. E, necə deyim, elə bil həm vicdanlı yerinə yetirməyə borcludur, həm də hər bir şəxs üçün, bu təhsil alanlar üçün, valideyn üçün, Aha. istər rəhbərlik, istər öz həmkarlarına fərqi yoxdur. Hər cəmiyyət üçün belə deyək, vicdanlıq nümunəsi olmalıdır. Aha. Vicdanlı və öz işini, öz peşəsini belə deyək, keyfiyyətlə, səmərəli yerinə Aha. yetirməyə bəli, məcburdur. Yəni müəllimə, yəni öz işini keyfiyyətli və səmərəli yerinə yetirməlidir. Hər bir şəxs üçün də vicdanlılıq nümunəsi olmalıdır. Aha. Burada başqa nə var idi? Elə belə müəllimə, vicdanlı, keyfiyyətli, səmərəli açar sözlər budur və vicdanlılıq nümunəsi, açar Aha. sözlər bunları götürürəm. Yəni bütün hallarda hər kəs üçün bir vicdanlılıq nümunəsi göstərməlidir. İndi testlərdə də daha yaxşı aydın olacaqsa ki, yəni ümumiyyətlə vicdanlı demək bilirsiniz necə bir şeydir bu? Bir var ki, məsələn mənim vəzifə funksiyam var ki, məsələn mənə dövlət standartlar verib ki, bax sən uşaqları ilin sonunda bu standartlara uyğun şəkildə yetişdirməlisən. Artıq uşaqların nə etməlidir? İlin sonunda burdakı standartlara minimum standartlar verilir də bizə. Bacarmalıdırlar. Buradakı fəaliyyətləri bacarmalıdırlar. Mən vəzifə funksiyası olaraq bunu yerinə yetirirəm. Vicdanlılıq bilirsiniz nədir? Məndən tələb olunmayan bir şey edirəm. Yəni sırf uşağın inkişafı üçün, yəni qrupun irəli getməsi üçün bu mənim vəzifə borcum deyil. Düzdür? Vəzifə borcum olmadığı halda belə mən bunu edirəm. Edirəmsə bax o zaman bu vicdanlılıqdır. Mən öz vəzifəmi yerinə yetirirəm. Yəni məsələn bir var ki, gəlirəm, bir məşğələdir uşaqlara. Yəni sadəcə hər standarta uyğun keçdim, getdim. Bir də var ki, onu əlimdən gələn ən yaxşı şəklində keçdim, daha artıq şəkildə keçdim. Uşaqlara yeni başqa bir şeylər öyrətdim. Yəni ən belə başa düşəcəkləri bir dildə əlavə bir şeylər də öyrətdim uşaqlara. Bax bu vicdanlılıqdır. Elə bil ki, öz vəzifəsini ən gözəl şəkildə yerinə yetirmək, ondan tələb olunmayanları da yerinə yetirmək müəllimin vicdanlılıq prinsipinə əməl etməsi deməkdir. Bax budur. Yəni bir var ki, öz vəzifəmi yerinə yetirirəm, həməndən tələb olunub, gəlirəm, dərsimi keçirəm, nə bilim, gün rejimimi təşkil edirəm. Bir də var ki, məsələn, mənim həmin günü məsələn yoxdur vəzifəmdəki o uşaqlara məsələn oyun təşkil edeyim, əyləndirim məsələn deyirəm də. Vaxtdan əlavə, gün rejimindən əlavə və yaxud da məsələn mən bu günləri məndən tələb olunmur ki, uşaqlara qələm tutmağı öyrədim, yazı yazmağı öyrədim. Amma mənim vaxtım var, mən onu eləyirəm. Uşaqlara daha artıq olsun deyə, daha yaxşı olsun deyə onu eləyirəm. Bax bu vicdanlılıq deməkdir. Bu formada. Bir də var loyallıq. Biraz da loyallıqdan danışın. Loyallıq müəllimə həm də sadiqlikdir. Hı hı. Loyallıq belə deyim də bir müəllimənin öz müəssisəsindən və yaxud da belə deyim
cümləmi fikrində canlandırım. E, bir müəllimə öz işlədiyi müəssisə və yaxud da digər müəssisələri olur və yaxud da bir dövlət orqanları olur. Bunların əleyhinə olan çıxışlardan, belə deyim, mülahizələrdən, çıxışlardan çəkinməlidir. Yəni o yol verməməlidir də, yəni tənqidi fikirlərə yol verməməlidir. Ümumiyyətlə müəllim adına, müəllim nüfuzuna xələl gətirməməlidir. Həm adına, həm nüfuzuna, həm də öz müəssisəsinə xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir. Yəni onun onun peşəsinə aid olmayan bir məsələn hallar ki olur, digər müəssisələrdə ki, məsələn, tutalım rəhbər, valideynlər rəhbəri tutalım ki, tənqid edirlər. Mən də onlara qoşulub o rəhbəri, öz müəssisəmi tənqid edə bilmərəm. Mən o çəkinməliyəm. O elə bil ki, o çıxışlardan, o söhbətlərdən çəkinməliyəm. Çünki mən də valideynlərə qoşulub onların dediyini desəm, artıq mən öz müəllimə adıma nüfuzumu itirmiş oluram. Həm də öz müəssisəmi, öz rəhbərimi, öz oradakı elə deyim, pedaqoji işçilərə də, onların da elə bir nüfuzuna xələl gətirmiş oluram. Ona görə belə çıxışlardan çəkinməli, çalışmalıyıq ki, müəssisəmizi daim uca tutaq, öz müəllimə adımızı, öz nüfuzumuzu qoruyaq, xələl gətirməyək, xələl gətirə biləcək hərəkətlərə də yol verməyək. Yəni belə. Həm də bu sadiqlik də adlanır. Aha, amma o zaman bu pozula bilir ki, burada artıq qanunsuz fəaliyyət olarsa, düzdür? Bəli. Aha, artıq qanunsuz fəaliyyət ola bilər. Görərik ki, həm yəni uşaqların haqqına girilir, Bəli, hüququna elə bir girilir şey burada. olarsa, bəli. Aha. O ondan başqa, qanunsuz fəaliyyətdən başqa, bəli, Amma hallar təbii ki, olur. bunu da biz necə bir halda eləmirik? Gedib məsələn orada burada oturub qeybət şəklində, nə bilim kimlənsə danışıram, müzakirə edeyim. Təbii ki, bu şəkildə deyil, qanun çərçivəsində. Qanun çərçivəsində artıq bunu həll eləməliyik. Yəni loyallıq bəzən yanlış anlaşılır ki, heç bir halda, yəni mən danışmamalıyam. Qanunsuz hallar olsa belə danışmamalıyam, amma yox. Əgər qanunsuz fəaliyyət varsa, bu zaman danışmalıyıq. Bəli. Bu da Mənə bir dəfə soruşmuşdular ki, xələl sözünün mənası nədir? Yəni xələl odur ki, yəni adına nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol. Yəni xələl, yəni ləkə gətirir, ləkə salacaq. Bəli. Bircə saniyə mənim özürlü sayın, indi qayıdıram. Aha, davam edeyim mənim özürlü sayın. Deməli, biz danışdıq hal-hazırda loyallıqdan başqa bir də var idi bizdə ictimai etimad. Danışmamışıq mən də ictimai etimaddan. Biraz da danışaq ictimai etimad nə idi? İctimai etimad mənə belə idi ki, orada elə bil ki, məsəl üçün deyək ki, bir kütləvi informasiya vasitələri olur, belə deyək, buna KİV deyirlər də, KİV. Yəni belə bir kütləvi informasiya vasitələrində elə bir cümləni necə başlayım, bir dənə qoyun, başını gətir. Elə bir müəllimə öz işlədiyi müəssisədə, məsəl üçün bu kütləvi informasiya vasitənin nümayəndələri ki olur, onlara doğru məlumat verməlidir. Yəni kömək eləməlidir onlara, məsəl üçün elə bir məlumat verməlidir ki, müəssisəsinin adını, nüfuzunu itirmiş olmasın da. Yəni onlara doğru bir məlumat verməlidir. Həmçinin müəllim burada öz peşə nüfuzunu da müəllim elə bir uca tutmalıdır. Şərəf ləyaqətini uca tutmalıdır müəllim. Həmçinin də məsələn tutalım elə bir vəziyyət yaranar ki, müəllim burada etik davranış qaydalarını pozub, bunu pozmuş olursa, dərhal onu elə bir aradan qaldırmalıdır da. Tez bir zamanda aradan qaldırmalıdır və onun bərpasına çalışmalıdır. Yəni bu da ictimai etimada aiddir. Orada bir də var idi. Kütləvi informasiya vasitələrini dedim. Yəni bu ictimai etimad artıq elə bil ki, öz peşəsi barədədir, öz peşə nüfuzu barədə artıq hansı ki, bu ictimaiyyətə deyək də, kütləvi informasiya vasitələri deyirik, istəyir internet olsun, sosial şəbəkələr olsun, televiziya olsun ki, hansı ki, yəni bu ictimai yerlərdə yəni möhkəmləndirməlidir, çalışmalıdır ki, yanlış məlumat verməsin, istəyir vəzifəsi ilə bağlı, yəni işi ilə bağlı, istəyir müəssisə ilə bağlı yanlış məlumatlar verməsin, doğru məlumatlandırsın. Ola bilər ki, məsələn, hər hansısa bir hal baş verib, olur ki, məsələn, bağçalarda olsun, məktəblərdə olsun, bir də görürsünüz xəbər çıxır.
Yəni ki, yəni bu filan bağçada filan qanunsuzluq oldu, filan qayda pozuntusu oldu. Bu kimi xəbərlər çıxır. Yəni müəllim də nə etməlidir? Düzgün şəkildə ictimaiyyəti məlumatlandırmalıdır hər Bəli. zaman öz Bunu nüfuzunu bəzən müəllimlər artırmalı. Aha. loyallıqla da bəzən qarışdırırlar. Çox Aha. belə. Çünki loyallıqda da xələl gətirmir, öz Hı müəssisəsini hı. qoruyur, öz müəllimə adını qoruyur. Burada Hı da var, hı. amma sadəcə burada bir fərq Aha. var ki, orada xələl gətirməmək sözü var. Hı hı. Burada isə düzgün məlumat vermək Hı var. hı. Məsələn, orada kütləvi informasiya vasitələrinə düzgün nümayəndələrə düzgün məlumat vermək lazımdır da. Yəni yanlış məlumat, e, əlavə məlumat yox, düzgün məlumat vermək lazımdır. Bir də burada düzdür, orada da var müəllimə öz adına peşə vəzifəsini elə bil layiqincə yerinə yetirməlidir. Burada da var uca tutmalıdır. Sanki eynilik var. Mən bir dənə onların fərqini bununla görürəm ki, orada müəssisəsinə xələl gətirmir. Burada isə kütləvi informasiya vasitələrinə düzgün məlumatlandırır. Elə bilirəm bir Burada dənə fərqini düzdür. bununla Orada elə görürəm. bil ki, bir var ki, mən inam qazanmağa çalışım, yaxşı hərəkətlərimlə, yaxşı sözlərimlə və ictimai etimadı qazanım, ictimaiyyətə doğru məlumat verim. Bir də var ki, Evet, mən öz müəssisəm haqqında ona xələl gətirəcək sözlərdən, evet, söhbətlərdən, qeybətlərdən, o ara söhbətləri olsun, yəni bax evet, bunlardan uzaq qaçıram. Amma ictimai evet, etimadda artıq doğru məlumatlandırmaqda, ictimaiyyəti düzgün şəkildə məlumatlandırmaqdan söhbət gedir. Hətta səhv hallar evet, olduğu halda belə yəni mən onun doğrusunu ictimaiyyətə çatdırmalıyam, evet, doğrusunu doğru şəkildə ictimaiyyətə çatdırmalıyam. Amma loyallıqda bu bir növ yəni belə deyək də, hansı ki oturur bir də görürsüz müəllimlər oturur rəhbərliklə bağlı, müdiriyyətlə bağlı və yaxud müəssisə evet, ilə bağlı qeyri-etik, lazımsız elə bir məlumatları paylaşır ki, hətta olmayan şeyləri belə, yəni paylaşır. Bu artıq loyallıq prinsipinin pozulmasıdır. Bir-birinə oxşasalar da az da olsa Az bir-birindən da olsa bəli, fərqləri fərqi var. var. Bəli. Bir də siz danışın mənə qərəzsizlikdən ki, bəs qərəzsizlik nə idi? Qərəzsizlik budur ki, müəllimə bu irqindən, dinindən, Aha. cinsindən asılı olmayaraq hər bir uşağa eyni yanaşmalıdır. Yəni ki, tutalım qrupumuzda məsələn başqa bir irqdən olan bir uşaq Aha. var. Mən onu artıq qırağa qoymuşam. Onun dinin önəmsəmirəm. Öz uşaqlarımla danışıram, onu qoymuşam bir kənara. Hı Bu hı. elə bil ki, qərəzsizliyi pozmuş oluram. Müəllimə fərq qoymamalıdır. Hər bir uşağa fərqi yoxdur. Bunun Hı hı. cinsi nədir, irqi nədir, dili nədir, dini nədir? Hamısına eyni yanaşmalıdır, fərq qoymamalıdır. Və müəllim belə deyim də, e, orada bir şey var deyə, qurum onu, hə, belə bir şey var ki, müəllim kənar məsələlərə müdaxilə etməməlidir də. Yəni məsələn tutalım bir məsələ yaranır, amma onun məsəl heç kənar bir şeydir də. Hı Yəni ona hı. müəllimə müdaxilə eləməməlidir, qarışmamalıdır kənar Aha. məsələlərə. Yəni öz fəaliyyətini yerinə yetirəcək bir tərəfliyi qorumalıdır müəllimə. Hı Bir hı. tərəf olmalıdır da. Sanki siyasi bir tərəflik əməl Aha. etməlidir. Düzdür. Kənar məsələlərə müdaxilə etməməli. Düzdür. Bir Məsələn, tərəf olmalıdır. düzdür. Bir tərəf Bəli. olmalı. Ola bilər ki, məsələn, dinlə bağlı nəsə bir məsələ olsun və yaxud siyasi bir məsələ olsun ki, müəllim çalışmalıdır ki, bunlardan uzaq dursun və yəni gərəzsiz, neytral yanaşsın bunlara. Yəni təbii Bəli. ki, demirik ki, durub o uşaqlara zərər verəcək şəkildə nəsə bir məsələlərdən xeyr. Ola bilər ki, məsələn, bir insanın dini tamam başqadır. Onun o dinlə bağlı bir başqa söhbətlər var. Biz çalışmalıyıq ki, ondan uzaq duraq və yaxud siyasi söhbətlər var ki, bunlardan uzaq durmalıdır, bir tərəf yanaşmalıdır, yəni bir tərəf Bəli. olmalıdır. Bax bu qərəzsizlikdir. Yəni bir uşağın nə dinindən, nə irqindən, nə mənsubiyyətindən, nə sosial vəziyyətindən asılı olmadan bəzən görürük ki, müəllimlər neynirlər? Həqiqətən də ata-anası vəzifəli olan şəxslər, uşaqlar olsun və Bəli. yaxud da varlı Çox uşaqlar yanlış. deyək. Yəni Bəli. bir də məsələn imkanı zəif olan uşaqlar deyək də, yəni fərq qoyurlar. Yəni bu artıq bunun özü belə qərəzsizliyi pozmuş olur. Ona görə də Bəli. çalışmalıyıq ki, heç Eyni. bir halda. Aha, eyni. Bərabər. Bərabər. Bəli. Uşaq yönümlü, yəni təhsilə görə, yəni hər kəs eynidir, hər kəsə eyni yanaşmaq lazımdır. Yəni fərq qoymamaq qərəzsizlik prinsipidir. Bir də var müəllimə konfidensiallıq. Konfidensiallığın adını biz ailələr də işin təşkilində də çəkəcəyik, orada da öyrənəcəyik, amma etik prinsipdə də öyrənirik Bu konfidensiallığı. gizlilikdir. Elə bil ki, gizliliyi qoruyuruq sanki. Aha. Belə deyim. Müəllimə tutalım ki, belə bir şey öz cümləmlə deyim ki, müəllimə bir uşaq haqqında şəxsi məlumatları paylaşır. Bu konfidensiallığı pozur. Çünki bir valideynin bir və yaxud da öz məsələn müəssisəmizdə olan müəllimə yoldaşlarımızın şəxsi işlərini, Aha. şəxsi məlumatlarını yaymamalıyıq kənara.
İstər valideyn də ola bilər, bu uşağın da, məsələn, bir uşaq haqqında mən məlumatlıyamsa, bilirəm ki, bu uşağın ailəsində belə bir problem var. Aha. Mən onu gedib digər valideynlərə deyə bilmərəm ki, bəs qrupumuzda belə bir uşaq var, bəs onların ailəsində belə bir problem var. Yəni mən onu bilirəmsə, artıq onu digərləri ilə paylaşmamalıyam. Bu gizliliyi qorumalıyam. Və yaxud da adicə məsələn mənim bir uşağım məsələn bir fəaliyyət zamanı onların şəklini çəkirəm. Onların şəklini paylaşsam belə yenə də valideyndən icazə almalıyam ki, yəni belə bir şəkil Aha. çəkmişəm. Valideynin icazəsini alıb sonra onu paylaşmalıyam. Yəni paylaşmasam belə mən yenə də konfidensiallığı pozmuş oluram. Və yaxud da müəllimə bir hansısa bir deyək ki, bir belə deyək də firma ilə işləyir. Həmin firmanın o məsələn mallarını paylaşmamalıdır. Bu da konfidensiallığı ki, müəlliməyə zidd hərəkətlərdə, yəni müəllimə öz müəllimi adını müəllimə kimi öz nüfuzunu qorumalıdır. Yəni hər şeyi paylaşmaq və yaxud da mənim şəxsi həyatım barədə digərlərinin şəxsi həyatını Aha. paylaşıb heç kimə bəli, yəni bu gizliliyi qorumalıyam. Bir növ gizlilikdir, məxfilikdir. Məxfiliyi qorumalıyam valideynlərin, istər həmkarlarımın şəxsi həyatı barədə hər hansısa bir məlumatı digərləri ilə paylaşa bilmərəm, digərləri məsələn bir qruplaşma eləyib danışa bilmərəm. Yəni bu müəllimə çalışmalıdır ki, gizliliyi qorusun. Konfidensiallıq özəli gizlilikdir. Bu da yəni sadəcə bir hal var ki, o da qanunvericilikdə nəzərdə tutulmuş hallar var ki, yəni məsələn qanunsuz bir hallar var. Məsələn, uşaq şiddət görə bilər, nəsə bir qanunsuz bir rəhbərliyi ilə bağlı, yenə də dediyimiz kimi qanunsuz hallar ola bilərsə, yəni bu zaman artıq konfidensiallığı poza bilir ki, məsələn, bir uşaq gəlib baxdığı görür ki, uşaq açıq-aşkar şiddət görür. Yəni təbii ki, yerinə çatılandan sonra, dəqiqləşdirəndən sonra elə məsələn o demək deyir ki, uşaq gəlib məsələn bir yerə əzilib, göyərib, o demək deyir ki, evdə şiddət görür. Bəlkə yıxılıb, bəlkə bacı qardaşı vurub, o yəni uşaqdır, nəsə ola bilər, hər bir şey ola bilər. Artıq dəqiqləşdirib yerinə çatandan sonra bu zaman artıq hansı ki bununla məşğul olan orqanlara, təbii ki bu da o demək deyil, bayaq dediyim kimi gedim iş yoldaşıma danışım ki, filan kəs uşağını döyür və yaxud da filan kəs belə eləyir, formada deyil. Yəni lazımi orqanlara, hansı ki uşaqların hüquqlarını qoruyan orqanlar var, sosial xidmətlər var ki, bax bu zaman onlara müraciət olunmalıdır. Bu zaman artıq konfidensiallığı mən poza bilərəm. İndi isə gəlin biraz istəyirsiniz testlərə baxaq. Testlərin üzərindən müzakirələrimizi aparaq. Öncə bir saniyə. Elə etik davranışın testindən başlayaq. Asil müəllimə, elə sizlə davam edək, sonra keçərik Ramilə müəlliməyə. Təhsil verənlərin etik davranış qaydalarını müəyyən etdiyi prinsiplərlə bağlı verilən fikirlərdən hansı səhvdir? Loyallıq prinsipi tərbiyəçinin işlədiyi müəssisənin nüfuzunu qorumağa, tənqidi ictimai mülahizələrdən çəkinməyi tələb edir. Aha, bu düzgündür. Mədəni davranış prinsipi yalnız uşaqlarla və valideynlərlə ünsiyyətdə nəzakətli olmağa ehtiva edir, kollektiv daxili münasibətləri tənzimləyir. Yalnız uşaqlarla, valideynlərlə nəzakətli olmaqdan əlavə elə bütün cəmiyyətlə, yəni burada məsələn öz pedaqoji işçiləri ilə də ola bilər, rəhbərliyi ilə də ola bilər. Dursun digərlərinə baxın. C variantı vicdanlılıq prinsipi tərbiyəçidən cəmiyyət və dövlətin maraqları naminə öz fəaliyyətini keyfiyyətlə icra etməsini tələb edir. Bəli, bu vicdanlılıq idi. Vicdanlılıqda keyfiyyət və səmərəlilik var idi. Bu açar söz oradaydı. D variantı qeyrirsizlik prinsipi tərbiyəçinin uşaqların valideynlərinin sosial və iqtisadi statusuna görə fərq qoymamasına nəzərdə tutur. Bəli, orada da vardı ki, müəllimə fərq qoymamalıdır. Uşaqlar arasında istər valideynlər sizin sözünüzdə qüvvət bayaq dediniz, bu valideyn uşaq, bu valideyn imkanıdır, bu kasıbdır. Buna fərq qoyur. Y variantı ictimai etimad prinsipi müəllim tərbiyəçi adını, nüfuzunu uca tutmağa, etik qaydaların pozulması halında etimadı bərpa etməyi tələb edir. Bəli, bu da düzgündür. Elə mənim bayaq dediyim idi, o yalnız uşaq və valideyn B variantı. Yəni burada deyir yalnız uşaqlarla valideynlərlə ünsiyyətdə nəzakətli olmağa ehtiva edir. Pedaqoji işçilərlə rəhbərliyi də bura aiddir. Ümumiyyətlə cəmiyyət üçün, yəni elə təkcə burada uşaq və valideyn deyil də. Yəni mən mədəni davranış, yəni valideynlə mədəni davranım, uşaqla mədəni davranım, amma kollektivdə münasibətləri mədəni şəkildə qurmuyum. Təbii ki, bu zamanda mədəni davranış prinsipini pozmuş olacaq. 2-yə baxaq. Tərbiyəçi xidməti vəzifəsindən kənarda da etik davranış qaydalarına əməl etməyə borcludur. Bu tələb bilavasitə hansı etik prinsipinə xidmət edir? Tərbiyəçi etik davranış qaydalarına əməl etməyə borcludur. Bu etik davranış qaydalarına əməl etməyə hər yerdən. Bu müəllimə
Məsələn, deyirdik ki, müəllimə bayaqları dediyi müəllimə əgər o davranışı pozursa, dərhal Aha, onu şey eləməlidir, aradan qaldırmalıdır. aha, O ictimai etimaddaydı da müəllimə. aha, düzdür. Hı Bayaq hı. da dediyimiz kimi ümumiyyətlə Hı xidməti hı. vəzifəsindən kənarda da olanda o öz müəssisəsinin adını elə bil ki uca tutur da, yəni etik Bəli. davranaraq artıq uca tutursa adını, bu artıq ictimai etimad özünə qarşı elə bir özünə qarşı, vəzifəsinə qarşı, müəssisəsinə qarşı inam yaradır, ictimaiyyət Hı. qarşısında inam Bəli. yaradırsa, bu ictimai etimad prinsipidir, Kesinlikle. düzdür. Hı Bir də hı. saniyə çox getdim deyəsən. Aha. Hı -hı. Hı hı. Tərbiyəçi öz peşə fəaliyyəti zamanı əldə etdiyi uşaqların və onların valideynlərinin şəxsi həyatına dair məlumatların gizliliyini qorumalıdır. Bu da aiddir konfidensiallığa. Aha. Hı hı. Düzdür, bunun pozulması da Dördüncü. konfidensiallığın Hı hı. pozulması deməkdir. Aşağıdakılardan hansı loyallıq prinsipinin tələblərinə aid edilə bilməz? Hı. Dövlət təhsil siyasətinə qarşı açıq şəkildə şübhə və tənqid formalarından kütləvi çıxışlar etməmək. Kütləvi çıxış bu dursun. Müəssisənin qanuni fəaliyyəti barədə ki, bu ictimai etimada aiddir müəllimə. Hələ bu B variantı. O ki, Aha, məlumatları ötürmək, düzgün məlumatları ötürmək ictimai etimadda idi. O B variantıdır. O aha. birisləri baxımdan məncə dəyməz. Çünki o kütləvi informasiya vasitəsi yalnız ictimai etimadda Hı idi. hı. 5-ci, tərbiyəçi peşəkar fəaliyyəti zamanı öz siyasi əqidəsini, subyektiv mülahizələrini uşaqlara və valideynlərə aşılamamalıdır. Necə? Öz siyasi əqidəsini, subyektiv mülahizələrini, yəni öz şəxsi problemlərini Aha. deyək də belə. Öz şəxsi Uşaqlara fikirlərini. hı, Problem öz yox, fikirlərini. Məsələn, mənim hər hansısa bir məsələ ilə bağlı özümə aid subyektiv fikrim var. Elə bil ki, hər hansısa bir məsələ obyektiv yanaşmıram. Özümə uyğun yanaşıram, subyektiv yanaşıram. Mhm. Bunu deyir hə, bu deyir uşaqlara və hansı valideynlərə aşılamamalıdır. aşılamamalıdır. Bu tələb hansı etik prinsipə bağlıdır? Bu müəllimə qanun aliliyi deyil, qərəzsiz də deyil, ictimai etimad da deyil. Bu onda müəllimə fərdi məsuliyyət olar da, bu mən elə düşünürəm ki. Çünki burada vicdanlılıq deyə də bir şey yoxdur. Mən məsələn vicdanlı onu eləyirəmsə, deməli vicdanlı müəllimə deyiləm. E, Fərdi məsuliyyət ola bilər müəllimə? Deyil. Yox. Deyil, deyil. Ha. Əmin deyildim zaten. Hı hı. Amma hı -hı. Mühafizələri uşaqları aşılamamalıdır. Uşaqlara demirəm, yəni ki, gəlib yükləmirəm də uşaqlara öz fikirlərimi. E, bu- Nə ola bilər müəllimə? Bu qərəzsizlikdir müəllimə. Bilirsiniz nəyə görə qərəzsizlikdir? Baxın, başqa situasiyada gördünüz Hı. deyə, yəni ağlınıza gəlmədi ki, qərəzsizlikdir. Hə, yox, Çünki tapa burada bilmədim. baxın nə deyir? Öz siyasi Aha, əqidəsini. Yəni bax bayaq da dediyi hər hansısa aha, bir məsələlər ola bilərdi. Yəni neytral olmalıdır. Müəllim neytral qalmalıdır, bitərəf olmalıdır. Obyektiv yanaşmalıdır bütün məsələlərə. Amma burada tərbiyəçi deyir peşəkar fəaliyyəti zamanı öz siyasi əqidəsini, məsələn, öz siyasətlə bağlı öz düşüncələrini, öz fikirlərini, subyektiv mülahizələrini, öz fikirlərini, özünə aid fikirləri uşaqlara və valideynlərə aşılamamalıdır. Yəni müəllim ola bilər ki, başqa bir siyasi görüşə malik olsun, başqa bir dini görüşə malik olsun. Bunu gətirib uşaqlara və valideynlərə aşılamağa çalışmamalıdır. Bitərəf yanaşmalıdır, neytral yanaşmalıdır. Hər kəsə hörmətlə yanaşmalıdır. Fərqli dinlərə, fərqli əqidələrə, fərqli siyasi görüşlərə sahib olan insanlara da neytral, bitərəfli yanaşmalıdır, bitərəf. Ona görə də bu qərəzsizlikdir. Əgər bəli. gəlib öz Hə, o cümlə fikirlərini, bura aha, aiddir. Hə, subyektiv olaraq məsələn hə, deyir o ki, deyil, hə o məsələn həmişə. mən bu dinə inanıram, siz də bu dinə inanmalısınız. Bu dindən başqa məsələn başqa dinlərin səhvdir, yanlışdır. Yəni belə deyək də, səhvdir, yanlışdır, qəbul olunmazdır deyirsə, bu artıq qərəzsizliyi pozmaq deməkdir. Qərəzli münasibətdir. Başqa dinlərə, başqa görüşlərə qərəzli münasibət göstərməkdir. Ümumiyyətlə müəllim heç vaxt subyektiv fikrini kiməsə aşılamamalıdır. Obyektiv yanaşmalıdır hər bir şeyə. Başa Hı düşdüm. -hı. O qərəzsizliyidir. Nəfsizlik. Altıya baxaq. Qaydalara əsasən təhsil verənlərin etik davranış prinsiplərinin tətbiq olunmasında əsas məqsəd aşağıdakılardan hansı deyil? Qaydalara əsasən təhsil verənlərin etik davranış prinsipi. Təhsil müəssisələrində korrupsiyanın və maraqlar toqquşmasının qarşısını almaq. Aid deyil.
Təhsil verənlərin peşəkar və fərdi, sualı başa düşmədim. Necə oldu bu? Təhsil verənlərin, yəni Hı hı. müəllimələrin etik davranış prinsiplərinin tətbiq olunmasında əsas məqsəd deyil. Hı Yəni hı. etik davranışların əsas Aha, məqsədi deyil. aha, düzdür. Prinsiplərin əsas Deməli, məqsədi deyil. təhsil müəssisələrində korrupsiyanın, maraqlar toqquşmasının qarşısını almaq. E, Korrupsiya, maraq. Bu birisində deyir peşəkar və fərdi məsuliyyəti artırmaq. Təhsil verənlərin, bəli, peşəkar və fərdi Hı hı, məsuliyyətini düzdür. artırmaq. Bu olar. Tərbiyəsini yalnız müəssisə daxili akademik göstəricilərini yüksəltmək. Yox, niyə yalnız akademik? D variantı valideynlərin və cəmiyyətin təhsil sisteminə olan etimadını gücləndirmək. Bəli, bu düzgündür. Hı Təhsil hı, alanların hüquqlarına, ləyaqətini, təhlükəsizliyi qorumaq bu da düzgündür. hı hı, Burada amma o daha dolğun cavab C variantıdır ki, niyə orada ancaq hı akademik hı. göstəricilər yüksək tutulmalıdır? Baxın, Aha, təhsil digər göstəricilər. müəssisələrində korrupsiyanın, maraqlar toqquşmasının qarşısını almaq elə etik davranış Almaq prinsiplərinin məqsədlərindən biridir ki, təbii ki, deyil. korrupsiyanın Bəli. qarşısı alınsın, orada maraqlar ola bilər ki, toqquşsun, orada ziddiyyətlər baş versin. Təbii ki, bunun qarşısı alınmaq üçün etik davranış qaydaları, prinsiplərinin tələblərini irəli sürmək olar. Təhsil Bəli. verənlərin peşəkar fərdi məsuliyyətini artırmaq da yenə tələblərdən, məqsədlərdən biridir. Bəli. Valideynlərin cəmiyyətin təhsil sisteminə olan etimadını gücləndirmək, ictimai etimad da bu, Gücləndirilməli. lojallıq dadına xələl deməkdir. Uşaqların Aha, hüquqatı, ləyaqətin hüququnun təhlükəsizliyini ləyaqətini qorumaq də da yenə qorumaq. də Hı. aiddir. Burada Bəli. aid olmayan tərbiyəçilərin yalnız müəssisə daxili akademik göstəricilərini yüksəltmək xeyr. Burada elə yalnız sözü var deyə bunu yanlış götürürük. Həm də yanlış Bəli. olmasa belə müəssisə daxili akademik göstəricilərini yüksəltmək deyil məqsəd. Sadəcə müəssisənin daxilində deyil. Yəni təsəvvür eləyin ki, mən sadəcə müəssisənin daxilində müəllimi belə savadlı da, yəni dəhşət dərəcədə akademik Bəli. biliklərə savadlı bir müəllim olsun, amma onun nə mədəni davranış, nə Yaxşı. qərəzsizlik, nə vicdanlılıq kimi bir xüsusiyyətləri olmasın. Buna görə də bu Yoxdur. variant tamamilə Hı hı. yanlış variant. Yəni. Biraz da Hı hı. istəyirsiniz mənim peşə bacarıqlarına Hı hı. baxaq sizlə. Yox, bu Bəli. PDF-dir. Burdadır. Aha, baxaq Hı buna. hı. Tərbiyəçi müəllim keçirilən məşğələnin nəticələrini təhlil edərkən uşaqların böyük motorika hərəkətlərində geriləmə olduğunu aşkar edir. O bu boşluğu aradan qaldırmaq məqsədi ilə növbəti həftənin perspektiv planında dəyişiklik eləyir. Fiziki məşğələnin sayını artırır, qrup otağında yeni hərəkətli oyun guşəsi layihələndirir. Müəllimin plan və layihədə dəyişiklik etməsi onun hansı aparıcı bacarığının birbaşa təzahürüdür. Deməli, uşaq görür ki, böyük motorikası geriləyir, təzədən onu növbəti məşğələləri, fiziki məşğələnin sayını artırır ki, onu bərpa eləsin də, elə bil belə deyək. Bu hansı bacarıq olar? Mən məsəl üçün uşağı burada inkişaf elətdirmək istəyirəm də. Uşağı istəyirəm, uşaq gerilir, uşağı inkişaf elətdirmək istəyirəm. Bu müəllimənin konstruktiv bacarığı olacaq müəllimə. Düzdür. Çünki uşağı inkişaf Elə elətdirməkdir bil ki, məqsədim. əvvəl problemi gördü, müşahidə elədi, elə müəllimin konstruktiv bacarıqdır. Əvvəlcədən artıq Həmçinin problemi perspektiv gördü. plan da var, bəli. Aha, və buna uyğun da artıq öz planında dəyişiklik elədi. Yeni, məsələn, belə deyək də iş forması metod seçdi, yeni bir metod seçdi, yeni bir güşə layihələndirdi, hazırladı. Yəni layihələndirir, layihəsini hazırlayır. Bu artıq müəllimin planda və layihədə dəyişiklik etməsi müəllimin konstruktiv Konstruktiv bacarığıdır. bacarığıdır. Hı hı. Böyük qrupda uşaqlar oyun fəaliyyəti zamanı qaydalara əməl etmir, bir-biri ilə yersiz mübahisə edirlər. Müəllim dərhal oyunu saxlayır, uşaqları dairə şəklində əyləşdirir. Qaydaları onlara yenidən izah edir, rolları yenidən bölüşdürür və qrupda nizam-intizamı bərpa edərək oyunu uğurla davam etdirir. Nizam-intizamı bərpa edib fəaliyyəti davam etdirməsi ilk növbədə hansı bacarıqla bağlıdır? Deməli, müəllimə orada qaydaları pozan uşaqlara qaydaları yenidən başa salır və oyun uğurla davam edir. Bu müəllimənin mən deyərdim ki, müəllimə elə bu görür də müəllimə ki, burada uşaq o deyir ya, müəllimə əvvəlcədən uşağın o elədiyi necə deyim, şey görməlidir ki, əvvəlcədən kəşf eləməlidir ki, uşaq bu məşğələ zamanı uşaqda hansı nəsən bir şey yaranırsa, onu müəllim əvvəlcədən bilməlidir və onu aradan qaldırmalıdır. O bacarığı idi deyəsəm o. Bu təşkilatçılıq deməzdim, amma bu da konstruktiv bacarıqdır da müəllimənin. Yox, konstruktiv deyil bu. Bir də deməm, bir dənə yenə düşünün. Uşaqlarda qaydaları sormuşam, qaydaları başa salıram. Qaydanı başa salandan sonra uşaqlar artıq riayət edirlər qaydalara.
hı. Qaydalara riayət eləmək. Qnostik deyil müəllimə. İnklüziv deyə bir bacarıq yoxdur. Burada müəllimə düşündüyümdür, təşkilatçılıq bacarıqdır müəllimənin. Təşkilatçılıq bacarığıdır. Burada oyun fəaliyyətidir. Müəllim oyun təşkil eləyib. Orada da mübahisə yaranır. Dərhal neynir müəllim? Uşaqları tapdırır, uşaqları dairə şəklində əyləşdirir, qaydaları yenidən izah edir. Elə bir şey təşkil edir də, rolları yenidən bölüşdürür, qrupda nizam-intizamı bərpa edir və oyuna uğurla davam edirlər. Bu müəllimin birbaşa təşkilatçılıq bacarığıdır. Burada qətiyyən başqa bir şey fikirləşmir. Çünki hal-hazırda situasiyada uşaqlar oyun oynayırlar. Bir var ki, oyunun əvvəlcədən planını qursun, nəysə ki, bax belə olacaq, elə olacaq. Yəni konstruktiv ola bilərdi. Amma hal-hazırda oyunu təşkil eləyir, mübahisə yaranır, mübahisənin də qarşısını alır, düzgün şəkildə nizam-intizamı qurur, rolları yenidən bölüşdürür. Bu müəllimin birbaşa təşkilatçılıq bacarığıdır. Bəli. Burada da B variantı oxuyaq. Tərbiyəçi müəllim öz fəaliyyətində mütəmadi olaraq müasir məktəbə qədər təhsil kurikulumunun prinsiplərini, xarici ölkələrin erkən inkişaf metodlarını, metodikalarını araşdırır. Mütəmadi olaraq araşdırır müəllimə. O öz məşğələlərinin video çəkilişinə baxaraq hansı metodların işlədiyini, hansıların isə uşaqlar üçün maraqsız olduğunu müəyyən edir. O öz işini dərindən analiz edib qiymətləndirir. Müəllimə ümumiyyətlə öz işinə yönəlirsə, burada başqa adlar var. Metodik bacarıqlar. Deməli, bunları eləyir və öz işini dərindən analiz edib qiymətləndirməsi hansı bacarıq qrupuna aiddir? Metodik bacarıq, layihələndirmə bacarığı, kommunikativ bacarıq, təşkilatçılıq bacarıqları. Bu metodik baxımdan olar da, müəllimə metodikanı yaxşı bilir də, belə deyək. Gedir, oturur, video çəkilişlərə də baxır, oradakı səhvini baxır ki, məsələn, mən burada bunu eləmişəm, burada bunu eləməmişəm, burada yaxşı eləməmişəm, deməli, uşaqlara maraqsız olur. Öz üzərində işləyir müəllimə, baxır, onu analiz eləyir. Bu metodik bacarıqdır müəllimənin. Yox, müəllim. Niyə müəllim? Müəllimin qnostik bacarığıdır. Qnostik. Y variantı var orada. Yox, müəllimə, mən qnostik deyə düşünmüşdüm. Baxdım, orada heç biri yoxdur. Yeni görməmişəm. Bəli, əlbəttə qnostik bacarıqdır. Dedim, qnostik yoxdursa, bu müəllimənin metodikanı bilməsidir də. Deməli, müəllimə metodikanı bilir ki, qnostik olduğunu görmədim. Bəli, əlbəttə qnostik bacarıqdır. Müasir məktəbə qədər təhsil kurumunun, yəni prinsiplərini, xarici ölkələrin erkən inkişaf metodikalarını araşdırır, birbaşa qnostikdir. Bir də burada var ki, öz məşğələlərinin video çəkilişlərinə baxaraq hansı metodların işlədiyini, hansıların isə uşaqlar üçün maraqsız olduğunu müəyyən edir. Müəllim öz işini dərindən analiz edib qiymətlə. Bax, belə bir situasiya ilə ola bilər ki, bax, orada yeniliklər olmasın, yeni nəzəriyyələri öyrənməsin, yeni metodları öyrənib tətbiq etməsin. Müəllimin öz işini dərindən analiz etməsi, qiymətləndirməsi də müəllimin qnostik bacarığıdır. Yəni bu qnostik görmədim, düşündüm ki, niyə qnostik yoxdur? Qnostik yoxdursa mən bunu niyə götürə bilərəm? Orada o yaşıl hərflər yazılıb, elə bilirəm orada yazılır. Ola bilər. Bəli. Yəni bu metakognitiv bacarıq deyirik də, insanın özünü qiymətləndirməsi, öz işini qiymətləndirməsi də yenə də qnostik bacarıqlara aiddir. Yaxşı, Ramilə müəllimə ilə davam edək. Sizin bura qədər bir sualınız varmı? Qaranlıq qalan? Yəqin ki, mənə indi hələlik ki, mən elə danışdıq, siz də geniş izahatlar da verirsiniz. Təşəkkürlər mənə, çox sağ olun. Dəyməz. Testləri də işləyirsiniz, nəsə çətinliyiniz olsa yenə də yazarsınız, qrupa göndərərsiniz. Yaxşı, Ramilə müəllimə, davam edək sizlə. Bəli, müəllimə. 4 sorum. 4. Pedaqogika nəzəriyyəsində konstruktiv bacarıqları şərti olaraq 3 əsas istiqamətə bölünür. Aşağıdakılardan hansı bu elmi təsnifata aid deyildir? Deməli, pedaqogika nəzəriyyəsində konstruktiv bacarıqlar şərti olaraq 3 əsas istiqamətə bölünür. Deməli, bu 3 əsas istiqamət bilirsiniz nədir? Belə bir şey yadınızda saxlayın ki, konstruktiv bacarıqlar deyib 3 əsas istiqamətə bölünür, onu da deyim. Bir təlimi planlaşdırmaqdır. Yəni konstruktiv bacarıq deyəndə təlimi planlaşdırmaq nəzərdə tutulur, material seçimi nəzərdə tutulur və gələcəyi görmək. Yəni o ki deyirik, konstruktiv bacarıqlar şərti olaraq 3 əsas istiqamətə bölünür. Yəni biz konstruktiv bacarıqları bu 3 əsas istiqamət üzrə öyrənirik. Təlimi planlaşdırmaq, materialı seçmək, material seçimi və gələcəyi görmək. Hansı ki deyir, uşağın edəcəyi səhvləri əvvəlcədən görüb müəyyənləşdirir. Bax, deməli bu 3 əsas istiqamətə bölünür və aşağıdakılardan hansı bu təsnifata aid deyil, onu tapacaq. Deməli, məşğələnin elmi və proqram məzmununun seçilməsi, keçiriləcək fəaliyyətin və hərəkətinin ardıcıllığının planlaşdırılması,
məşğələ üçün lazım olan əyani və texniki vəsaitlərin layihələndirilməsi, qrup otağında inkişaf etdirici mühitin və güşələrin öncədən dizayn edilməsi, uşaqlarla qurulacaq ünsiyyət formalarının əvvəlcədən tənzimlənməsi. Deməli, belə deyim də, məşğələnin elmi və proqram məzmununun seçilməsi, məncə bu daxildir də müəllimə. Bu təlimin planlaşdırılmasına aiddir bu istiqamət. Bəli, müəllimə. Yəni əvvəlcədən seçilməsidir. Keçiriləcək fəaliyyətin və hərəkətin ardıcıllığının planlaşdırılması. Məncə planlaşdırılır, bu da Yenə də doğrudur. təlimin planlaşdırılması. Bəli. Məşğələ üçün lazım olan əşyanın, texniki vəsaitlərin layihələndirilməsi, yəni əvvəlcədən materialın seçilməsidir, resursun seçilməsidir. Bu da doğrudur. Qrup otağında inkişaf etdirici mühitin və güşələrin öncədən dizayn edilməsi, bu da daxildir. Amma sonda deyir ki, uşaqlarla qurulacaq ünsiyyət formalarını, yəni əvvəlcədən tənzim. Biz yəni hansı ünsiyyət formasından istifadə edəcəyimizi əvvəlcədən planlaşdırırıq. Planlaşdırmırıq. Ünsiyyət formaları da kommunikativ. Kommunikativdir, bəli. Bu konstruktivə aid deyil. Yanlış olan elə D variantıdır, bəli. 5. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Doğru. Müəllimin məşğələ zamanı uşaqların idrak fəallığının ölçməsi və qeydlər aparması qnostik bacarığıdır. Deməli, müəllimin məşğələ zamanı uşağın idrak fəallığının ölçməsi və qeydlər aparması qnostik, fikirləşim. Qrup otağında yeni oyun güşəsinin və inkişaf etdirici mühitin öncədən planlaşdırması təşkilatçılıq bacarığıdır. Yeni oyun güşəsinin və inkişaf etdirici mühitin öncədən planlaşdırılması bu konstruktiv bacarığıdır. Yəni burada heç bir təşkilatçılıq eləmir. Sadəcə burada plandan söhbət gedir də. Yəni mühiti, yəni belə deyim, materialı biz əvvəlcədən planlı uyğun qururuq, oyun uyğun qururuqsa, burada heç bir təşkilatçılıq yox, konstruktiv bacarıqdır. Bu yanlışdır. Yanlışdır. 3. Müəllimin öz fəaliyyətini tənqidi analiz etməsi və səhvlərinin düzəldilməsi qnostik komponentə daxildir. Bəli, müəllimə, doğrudur. Müəllim öz üzərində, yəni doğru yanlışı düzəldir də, yəni öz üzərində çalışır. Bu doğrudur. 3. 4-də deyir ki, valideynlərlə qurulacaq iclasın strukturunun və mövzunun əvvəlcədən tərtib edilməsi kommunikativ bacarıqdır. Deməli, iclasın strukturunu və mövzunun əvvəlcədən tərtib edilməsi kommunikativ bacarıq deyil. Bu da elə müəllimə konstruktiv bacarıqdır. Yəni biz hansı mövzuya toxunmalıyıq, onu əvvəlcədən tərtib ediriksə, bu konstruktiv bacarıq olmalıdır müəllimin. Amma onu təşkil etməsi müəllimin təşkilatçılıq bacarığıdır. İclasın keçirilməsi. Deməli, bu da 4 də yanlışdır. Bir də 1-ə qayıdım. Müəllimin məşğələ zamanı uşaqların idrak fəallığını ölçməsi və qeydlər aparması. Müəllimin idrak fəallığının ölçməsi deyəndə qnostik idrakda olmağına, amma uşağın idrak fəallığının ölçülməsi və qeydlər aparması. Bu da tam anlaya bilmədim burada müəllimə. Qnostik bacarıqda diaqnostika var idi. Qnostikin içində nə gedirdi? Diaqnostik bacarıq da var idi orada. Diaqnostika etmək elə o deməkdir. Həm uşağın psixoloji vəziyyətini daim müşahidə etmək, analiz etmək idi. Onu nəzarətdə saxlamaq idi. Uşağın biliyini, bacarığını müşahidə etmək, analiz etmək. Bax, bunlar hamısı qnostik bacarığın içində yer alırdı. Bu arada indi fikir verirəm, inansız bəzən tələcə yazıram. A variantda, Y variantda eyni yazmışam, onu düzəliş eləyəcəm. Yəni deməli burada bir doğrudur. Biz necə ki bayaq dedik, konstruktiv bacarığı 3 istiqamətdə öyrənirdik də. Biz təlimin planlaşdırılması idi, material seçimi idi, gələcəyi görmək idi. Qnostik bacarığı da eyni zamanda bu istiqamətlərdə, 3 istiqamətdə. Bir diaqnostikadır ki, burada uşaqların bilik, bacarıq, həm psixoloji vəziyyətlərini hər daim müşahidə altında saxlayırıq, analiz edirik, qiymətləndiririk. Bu da müəllimin qnostik bacarığıdır. Bax, belə yadınızda saxlayın, situasiyalar qarşınıza çıxa bilər bu formada. Diaqnostika etmək, yəni onu görmək, müşahidə etmək, analiz etmək müəllimin qnostik bacarığı. Və onu qeydə aparması deyilir müəllimə. Bəli, analiz etmək, müşahidə etmək. Burada bir doğrudur, digərləri 2 də yanlışdır. Yanlış idi. 3 doğrudur. 4 yanlışdır. Ona görə də biz 1 yanlışın hatta 4. 1-4. İki variantda yazmışam. Ona düzəliş eləyəcəm. Deməli belə,
Burada da qnostik bacarığı diaqnostika etməyi də qnostik bacarıq olaraq götürürük. Bir də Yəni, var özünü bəli, onu analiz mən etmək. bilmirdim müəllimə diaqnostika. Aha, qnostik bacarığın içində diaqnostik bəzən olur ki, təsəvvürün belə bir situasiya çıxa bilər qarşınıza. Müəllim məşğələ zamanı uşaqların idraç fəallığını ölçə bilər, psixologiyasını ölçüb mülahizə yürüdə bilər, qeydlər apara bilər, müşahidə edə bilər bu barədə və variantlarda qnostik bacarıq verməz ümumiyyətlə. Görəcəksiniz, əgər qnostik bacarıq verməz, orada diaqnostik bacarıq verəcək və diaqnostik bacarıq özü də qnostik bacarığın içində yer alır. Hə. Mhm. Diaqnostika etmək, özünü analiz etmək qnostik bacarığa aiddir. Bayaq bax, üçüncü variantda nə deyir? Müəllim öz fəaliyyətini tənqidi analiz etməsi, səhvlərini düzəltməsi də yenə qnostik bacarıqdır. Bir də yenilənmə. Yenilənmə də odur ki, yəni artıq pedaqoji texnologiyaları bilir, metodları öyrənir, nəzəriyyələri öyrənir və onu şimdi tətbiq edir. Yenə də Bəli, qnostik daim müəllimə bacarığı da yəni üç yeniliklərə istiqamət. açıq olur da, belə deyim. Mhm. Müasir yenilikləri bilir, belə deyim, öyrədici olur, yəni özü daima öyrənməyə açıq olur, Mhm. yenilikçi olur da bir növ, müasir Bax, tələbləri mən olan. bunları açar söz olaraq sizə bilmirəm yeni bir PDF göndərdim səhv eləmirəmsə qrupa. Dəqiq Bəli, yadımda deyil. göndərmişsiniz, amma açar sözləri kimi deyildi. Elə desəm ki, eyni bir şeydir. Onu mütləq oxuyun. Bax, orada hər üç istiqamətdə deyirəm. Testlərdə qarşınıza qnostik bacarıq üç istiqamətdə çıxacaq. Bir diaqnostika kimi, iki özünü təhlil kimi, üç də yenilənmə kimi. Yəni bu situasiyaların hər hansısa birini görəndə birinci söhbət qnostik bacarıqdan gedir. Diaqnostika etməkdə, özünü analiz etmək, təhlil etməkdə, eyni zamanda yenilənmələrdə, yəni yeni Mən texnologiyalar bəli, öyrənmək hər biri qnostik bacarığa aid. diaqnostik, özünü təhlil, bir də yenilikçi olmasıdır. Düzdür. Açıq Bunlar olması. qnostik bacarığa aiddir. 6-ya Bəli. baxın. 6. Valideyn iclasında valideynlərdən biri tərbiyəsini tətbiq etdiyi yeni oyun metodunun uşaqlar üçün yararsız olduğunu aqressiv şəkildə iddia edir. Tərbiyəçi müəllim təmkinini pozmur, valideynin narahatlığını anlayışla qarşılayır. Metodun elmi tərəfini etik çərçivədə izah edərək valideyni sakitləşdirir və əməkdaşlığa cəlb edir. Müəllim hansı bacarığı nümayiş etdirmişdir? Deməli, yəni valideyn iclasıdır. Oyunun uşaqlar üçün yəni aqressiv olduğunu valideyn deyir və müəllim də onu təmkinlə qarşılayır və heç bir narahatçılıq bildirmir. Sadəcə elmi tərəfini izah edərək valideyni sakitləşdirir, əməkdaşlığa cəlb edir. Deməli, burada müəllimin hansı bacarığa nümayiş etdirmiş olur? Deməli, burada əslində qaldı, yəni sonda əməkdaşlığa cəlb edirsə, kommunikativ bacarıqdır. Burada təmkin pozmur. Mən elə bu D variantıdır da, müəllim kommunikativ bacarıq. Düzdür. Yəni onu Burada sakitləşdirir, əməkdaşlığa cəlb eləyir. Yəni ünsiyyəti düzgün qurur ki, aha. onu sakitləşdirə bilir. Yəni ünsiyyəti düzgün qurmasaydı, yenə orada belə deyim də problem yaranmış olardı. Düzdür. Bu müəllimin kommunikativ bacarığıdır ki, orada öz təmkinini qoruyur, valideyni anlayışla qarşılayır. Bunların hamısı kommunikativ bacarığa aiddir. Etik çərçivədə artıq valideynə izahlar verir, əməkdaşlığa cəlb edir, sakitləşdirir. Hər biri müəllimin kommunikativ bacarığıdır. Biraz da etik davranışdan testlərə baxaq. Altını oxuduq da, düzdür? 7-yə Bəli, mən altını oxudum. baxa bildim. Peşəkarlıq və fərdi məsuliyyət prinsipinin tələblərinə uyğun olaraq tərbiyəçinin üzərinə düşən öhdəlik hansıdır? Yalnız dövlət tərəfindən məcburi təşkil olunan təlimlərdə iştirak etmək, yanlışdır müəllimə bu. Məcburiyyət yoxdur. B. Öz ixtisasını, metodiki və elmi pedaqoji səviyyəsini daima müstəqil şəkildə artırmaq, müəssisə daxilində baş verən bütün münaqişələri ictimaiyyətə bildirmək, valideynlərin şəxsi həyatı barədə həmkarları ilə müzakirələr aparmaq, imtahanda iştirak etməkdən tamamilə imtina etmək. Müəllimə, burada doğru olan öz ixtisasını və pedaqoji, metodiki və elmi pedaqoji səviyyəsini daim müstəqil şəkildə artırmaqdır. Yəni öz üzərində belə deyim, vəzifə funksiyasını yerinə yetirir, öz üzərində, yəni bilik əldə edir də, yəni öz üzərində çalışır. Yəni peşəsini düzgün, peşəkarlıqsa, yəni düzgün yerinə yetirir. Özü üzərində çalışır. Düzdür. Yəni B variantı düzgün variantdır. 8. Etik davranış qaydaları ilə bağlı aşağıdakı metodlardan hansı doğrudur? Doğrunu soruşur. Tərbiyəçi rəhbərliyin qanuna zidd olan tapşırığını icra etməlidir. Çünki Subordinasiya prinsipi buna buna icazə verir.
etik davranış qaydalarının pozulması yalnız intizam məsuliyyətinə səbəb ola bilər. Bu halda əmək müqaviləsinə tam verilə bilməz. Tərbiyəçi uşaqların fiziki və psixoloji sağlamlığını qorumalı, onlara qarşı hər növ zorakılığın qəti şəkildə istisna etməlidir. Qəti şəkildə istisna etməlidir. Valideyn tərbiyəçiyə bahalıq hədiyyə təklif etdikdə tərbiyəçi bunu rəhbərliyə bildirmədən qəbul edə bilər. Gender bərabərliyi prinsipi yalnız idarəsi heyətə aiddir. Tərbiyəçinin uşaqlara işində tətbiq olunmur. Deməli, Y variantı yanlışdır. Gender bərabərliyi prinsipi yalnız idarəçi heyətə aiddir. Xeyr. Gender bərabərliyi uşaqlara aiddir. Yəni oğlanları, qızları fərqləndirməməlidir. Burada yanlışdır Y variantı. Biz doğrunu axtarırıq. D-də deyir ki, valideyn tərbiyəçiyə bahalı hədiyyə verildikdə tərbiyəçi bunu rəhbərliyə bildirmədən qəbul etməlidir. Xeyr. Bu da yanlış fikirdir. C-də deyir tərbiyəçi uşaqların fiziki və psixoloji sağlamlığını qorumalıdır. Onlara qarşı hər növ zorakılığı qəti şəkildə istisna etməlidir. Yəni qəti şəkildə, yəni necə deməli, zorakılıqdan qorumalıdır da, belə deyim. Yəni bu məncə doğru variantdır. B-də deyir ki, etik davranış qaydalarının pozulması yalnız intizam məsuliyyətinə səbəb ola bilər. Bu halda əmək müqaviləsinə xitam verilə bilməz. Yox, məsuliyyətinə səbəb ola bilər, xitam verilə bilməz deyə bir şey deyil. Əgər orada yanlış pozuntu etmiş olsa, etik davranış qaydaları Çox ciddi bir pozuntu olarsa etik davranış. bu zaman müəllimin yəni əmək müqaviləsinə xitam verilə bilər. Bilməz yox, bilər. Yanlışdır bu. Tərbiyəçi rəhbərliyin qanuna zidd olan tapşırığını icra etməlidir. Qanuna zidd olan tapşırığı icra etməlidir deyə deyil. Çünki bir subordinasiya prinsipi buna icazə verir. Subordinasiyada bilirsiniz yəqin ki, nədir? Məsələn, o belə bir prinsipdir ki, hiyerarxiya kimi düşünün də, elə bil ki, məndən vəzifəli şəxs, bizdən vəzifəli şəxs nə deyirsə, onun sözünü sorğusuz, sualsız, müzakirəsiz qəbul edirik. Belə bir prinsipdir. Yəni belə müdrik nə deyirsə, yəni müdrik deyil, yəni nə deyirsə biz yerinə yetirməliyik deyə bir şey deyil. İcra etməliyik. Yəni baxır, əgər doğruca etməliyik də, yanlışlıq etməməliyik. Bəli, bu da o prinsipin adı nə oldu? Zəhmət olmasa bir də. Subordinasiya prinsipidir də. Yəni bu bilirsiz nədir? Vəzifəyə hörmət kimi düşünürük də. Ki, yəni özümüzdən yuxarı nə qərar verirsə, deyir güya ona tabe olmalıyıq. Güya subordinasiya bunu tələb edir, amma belə bir şey deyil subordinasiya. Sadəcə olaraq hər bir şəxs, subordinasiya belə bir şeydir ki, hər bir şəxs öz yerini, vəzifəsini bilir. Bax, məsələn, mən nəsə bir rəhbərim varsa, mənim rəhbərim varsa, məsələn bizdə müdiriyyət var da, düzdür? Hər hansısa bir problem varsa, biz ilk öncə kimə müraciət edirik? Müdirə müraciət edirik. Müdiri məsələn atlayıb gedib regionala və yaxud nazirliyə müraciət eləmirik. Əgər bizim müəssisədə rəhbər varsa, təbii ki, ilk öncə problemi kimə bildirməliyik? Müdirə bildirməliyik. Ondan sonra əgər həll olunmazsa, bizim işimizə baxmazsa, biz nə edirik? Regionala bildiririk. Regionalda olmazsa, nazirliyə bildiririk. Ona görə də hər bir şəxs deyir, öz səlahiyyətini bilməlidir, hər bir kəs öz səlahiyyətini bilməlidir və öz rəhbərini birbaşa olaraq atlayıb daha yuxarı rəhbərliyə müraciət etməməlidir. Bax, bu deməkdir subordinasiya. Amma burada deyir ki, subordinasiya prinsipi onu tələb edir ki, rəhbərliyin qanuna zidd olan tapşırığını da icra edəsən, amma belə bir şey deyil. Yəni, deyir, müzakirəsiz qəbul edəsən də, bu yanlış bir yanaşmadır. Bəzən də olur, məsələn, görürük bəzi yerlərdə olur ki, məsələn, rəhbərdirsə, deyirsə biz eləməliyik. Bu yanlış bir yanaşmadır. Subordinasiya. 9. Baxaq. Etik davranış qaydaları kontekstində hansı fikir yanlışdır? Tərbiyəçi hər bir uşağın fərdi xüsusiyyətlərini və potensialını nəzərə alaraq bərabər imkan mühiti yaratmalıdır. Bəli. Valideynlərlə əməkdaşlıq zamanı tərbiyəçi təmkin nümayiş etdirməli, aqressiv və emosional reaksiyalardan qaçmalıdır. Bəli, doğrudur bu. Müəssisə rəhbərliyi tabeliyində olan tərbiyəçi etik normaları pozmağa yönəlmiş hərəkətlərə sövq etməməlidir. Deməli, müəssisə rəhbərliyi tabeliyində olan tərbiyəçiləri etik normaları pozmağa yönəlmiş hərəkətlərə sövq etməməlidir. Bəli, doğrudur bu. Tərbiyəçi sosial şəbəkələrdə şəxsi hesabında istifadə edərkən öz peşə nüfuzuna xələl gətirəcək paylaşımlar edə bilər. Çünki bu şəxs
şəxsi həyatdır. Xeyr müəllimə, yanlış olan elə budur. Yəni belə deyim, tərbiyəçi müəllim öz peşə nüfuzuna xələl gətirməməlidir. Yəni öz şəxsi yəni həyatıdır deyə bir şey deyil. Yəni yanlış fikirdir. Yəni sosial şəbəkədə şəxsi nə istəsə müəllimi paylaşa bilər deyə bir şey yoxdur. Dəmi öz peşə nüfuzunu qorumalıdır. Yəni heç yəni öz peşəsinə ziyan verməməlidir, heç bir xələl gətirməməlidir. Yanlış olan D variantıdır. Qeyd ki, uşaqlar arasında münaqişə baş verdikdə tərbiyəçi tərəf tutmamalı, məsələni qərəzsiz və pedaqoji prinsipləri həll etməlidir. Bəli, yəni müəllim bu uşaq məsəl üçün işçinin uşağı da ona tərəf durum, digər uşağa tərəf durmayım deyə deyil. Müəllim heç bir kəsə tərəf tutmamalıdır, qərəzsiz olmalıdır, peşə prinsipini qorumalıdır daima. Yanlış olan elə D variantıdır. Burada da yanlış olan D variantı. D variantı, bəli. Bura qədər müəllimələr artıq keçdi. Bəli. Deməli, əslində testlər çox maraqlıdır, həqiqətən Bəli, adam istəyir maraqlıdır. müzakirə edək. Amma inşallah ki, özünüz üçün mütləq eləyin. Testlər çoxdur. Hər birini də eləyin və hər bir məsələyə də bacardığım qədər toxunmuşam. Yəni inanın ki, keçən ilin testlərini mən bu il göndərmirəm müdavimlərimə. Yeniləyib sonra göndərirəm də ki, yəni yeni təkrar olmasın deyə. Testləri mütləq işləyin. Mən əminəm ki, yəni bunlar da işləyəndən sonra qaranlıq bir məqam qalmayacaq sizə. Peşə bacarıqları ilə bağlı, həm etik davranış qaydaları ilə bağlı yeni dərslərdə göndərəcəm. İnşallah ki, bir də sizlə 5-ci gün olacaq dərsimiz. 5-ci gündə görüşərik. O biri həftədə səhv bilmirəmsə siz 1-5 dedikdə, düzdür, sizlə olacaq dərsimiz. Aha, 1-5. Yaxşı müəllimələr. Gələn dərsdə görüşərik. Çox sağ olun. Gecəniz xeyrə qalsın. Sağ olun müəllimə. Gecəniz xeyrə qalsın. Çox təşəkkür edirəm müəllimə. Sağ olun. Sağ olun.